Xeyir söz, xeyir fikir, xeyir əməl, doğru söz, doğru fikir, doğru əməllə ürəyinizdə ata günəşi olsun əziz dostlar, əziz izləyicilər. Bildiyiniz kimi biz bugün Milli Fədaliyyət Hərəkatı olaraq 44 günlük müharibədə iştirak etmiş bir təşkilatın və bilirsiniz ki, 1-ci Qarabağ müharibəsində başkənd əməliyyatında iştirak etmiş və ailəsi ilə birgə 2-ci Qarabağ müharibəsində iştirak etmiş Yaqublular ailəsinin təbii ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında əvəzsiz rol oynayan Məhəmməd Əmin Rəsulzadə, ulu öndərimiz Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycan Cümhuriyyətinin hakim partiyası olmuş, 1918-20-ci illərdə hakim partiyası olmuş, 1911-ci ildə yaradılan Müsavat Partiyasının və 1918-ci ilin 28 may İstiqlal Bəyannaməsini imza atmış Milli Şuranın bugün kollektivi Azərbaycan Respublikası Ali Məhkəməsinin önünə getdilər. Və biz də 4-cü hakimiyyət olaraq məhkəmə prosesini izləmək üçün, məhkəmə prosesində iştirak etmək üçün, məhkəmədə baş verənləri izləmək üçün bir jurnalist olaraq məhkəmə prosesinə getmək istədik. Və məhkəmə prosesi zamanı məhkəmə zalına daxil olmaq vaxtı ərəfəsində 1 saat əvvəl Daxili İşlər Nazirliyinin polis əməkdaşları gücləndirilmiş iş rejimi əsasında məhkəmənin qapalı şəraitdə keçirilməsi ilə bağlı deməli məhkəmə hakimi İlqar Qılıcovun təşəbbüsü ilə və İlqar Qılıcovun tələbi ilə məhkəmə prosesi keçirildi və çox qəribədir ki, məhkəmə prosesində təqsirləndirilən şəxsin vəkili kim olduğunu mən şəxsən rəsmi saytda Azərbaycanın müstəqil mediası Abzas Medianın rəsmi saytından əldə elədik və Abzas Mediada yazılan məlumata görə ümumiyyətlə təqsirləndirilən şəxsin 1-ci Qarabağ müharibəsi iştirakçısı Tofiq Yaqublunun vəkilinin adı belə yazılmayıb. Görünür ki, məhkəmə prosesinə buraxılmayıblar və məhkəmə prosesində deməli, hakim yəqin ki, təqsirləndirilən şəxsin ailəsinə Nigar Yaqubluya və onun kürəkəni Azadlıq qəzetinin xüsusi müxbiri Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzəyə məlumat verdilər. Və məhkəmə ilə bağlı Abzas Medianın verdiyi informasiya budur ki, onunla bağlı kassasiya şikayəti ilə bağlı dövlət ittihamçısı şikayətin təmin edilməməsini istəyib və müşavirə üçün əlavə vaxt tələb olunması ilə bağlı əsas gətirib və qərarın dərhal elan olunmamasını və məhkəmə tarixinin növbəti günlərə qədər təxirə salınmasını qərar verib. Xatırladaq ki, 2023-cü ilin dekabr ayında həbs edilib. Bilirsiniz ki, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə siyasi partiyalar haqqında qanun layihəsi qüvvəyə minəndən sonra Müsavat Partiyasının üzvü Tofiq Yaqublu siyasi partiya haqqında qanun layihəsinə etiraz etmişdi və bu qanunun partiyanın fəaliyyətinin 5000 üzvü olan yəni buna lüzum görmədiyini və ümumiyyətlə bu qanun layihəsinin lüzum görmədiyini əsas gətirərək xaricdə yaşayan soydaşımız və uzun illər ANS televiziyasında, Azərbaycan Dövlət televiziyasında və Amerikanın Səsi radiosunda, BBC Azərbaycan bürosunda çalışan Sevinc Osman qızı efirində bunu açıqlamışdı.
və 2023-cü ilin dekabr ayında həbs edilməsi ilə bağlı məhkəmə qərarı var. Bu qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə baş verib və barəsində saxta sənəd hazırlama və dələduzluq maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsasında 9 il müddətinə azadlıqdan məhrum edilmək qərarı verilib. Yəni bunun hardasa belə deyək də 2 ilə yaxın artıq müddətin tamam olması, yəni hardasa 7 il müddətində davam edəcək gözlənilir. Və bu barədə Abzas medianın belə bir xəbər yayımlanması çox böyük bir cəsarət rəmzidir. Baxmayaraq ki, Abzas medianın əməkdaşlarının bir çoxunu Lənkəran penitensiar xidmətində saxlandığını və oraya ekstradisiya edildiyi məlumatı var və onların da təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunması, yəni vergidən yayınma, qaçaqmalçılıq və xaricdən valyuta qaçaqmalçılığı ittihamı ilə həbs olunublar. Ümumiyyətlə, bu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox maddələri təbii ki, SSR dövründə, yəni Azərbaycanın müstəqil olmadığı dövrdə qəbul olunub və ona görə də bu cinayət məcəlləri ilə müəyyən şəxslərin, yəni Azərbaycanda xüsusilə 1992-93-cü illərdə Binəqədi rayon icra hakimiyyətində çalışmış və Azərbaycan Respublikası Silahlı Qüvvələrində yer almış və 1-ci Qarabağ müharibəsində iştirak etmiş Tofiq Yaqublu'nun və ailəsinin də bir çoxu 2-ci Qarabağ müharibəsində şəhid olub və bunu nəzərə alaraq ümumiyyətlə Azərbaycanın 44 günlük qazanılan qələbədə əvəzsiz rol oynayan ordumuzun və ordumuzun ali başkomandanı cənab prezidentdən xahiş edirik ki, Tofiq Yaqublu barəsində ittiham hökmlərinin ləğv olunması və amnistiya aktına daxil edilməsini tələb edirik. Biz inanırıq cənab prezidentimizə, çünki biz səs vermişik, biz seçmişik və etimadımız böyükdür. Təbii ki, biz müharibə iştirakçısının cəza çəkmə müəssisəsində ən ağır cinayətlərdə ittiham olunması əlbəttə ki, Rusiyanın xüsusi xidmət orqanlarının törətdiyi cinayətdir və Rusiyanın Azərbaycana qarşı Dağlıq Qarabağda qazanılan ağır məğlubiyyətin cəzasıdır və bunu biz səmimi qəlbdən deyirik və bu göstərişi, bu sifarişi Vladimir Putin və onun cinayətkar dəstələri Rusiya FSB-sinin sədri Aleksandr Barotkinin göstərişi ilə belə bir ali məhkəmə qərar verib və biz bunu Rusiya prezidenti Vladimir Putinin sifarişi hesab edirik və onun göstərişini yerinə yetirdiyini hesab edirik. Çünki müharibədə ərazi bütövlüyü uğrunda döyüşmüş bir insanın cəzalandırılması Azərbaycan dövlətinin qərarı ola bilməz. Ona görə ki, Azərbaycan dövləti güclü və qüdrətli və 1918-20-ci illərdə demokratik cümhuriyyəti qurmuş və 92-93-cü illərdə demokratik seçkilərlə öz prezidentini seçmiş və bu illər ərzində Azərbaycanda 5 dəfə İlham Əliyevi seçmiş, 2 dəfə Heydər Əliyevi seçmiş və 2 dəfə Ayaz Mütəllibovu seçmiş bu xalqdır. Və Konstitusiyanın 1-ci maddəsində hakimiyyətin mənbəyi xalqdır düsturuna əsaslansa, əlbəttə ki, bu qərarın ədalətsiz olduğunu və bu qərarın kassasiya şikayətinin apellyasiya məhkəməsində yəqin ki, baxılacağı düşünülür. Mən hesab edirəm ki, biz məhkəmə prosesində iştirak edə bilməməyimizin bir çox səbəblərini görürük. Çünki bilirsiniz, ola bilsin ki, bu qərar Müdafiə Nazirliyindən də gələ bilər, yəni gücləndirilmiş iş rejimində olması ilə bağlı. Amma bizə məlumat verildi ki, Mənzil İstismar İdarəsi tərəfindən verilib. Amma mən hesab edirəm ki, bu Daxili İşlər Nazirimiz hörmətli general polkovnik hörmətli Vilayət Eyvazovun əmridir. Çünki orada təhlükəsizlik səbəbindən və məhkəmənin iclasına kimsə, hansısa deyək ki, Rusiyanın vətəndaşının və yaxud da Rusiya səfirinin, hansısa Rusiya xüsusi xidmət orqanlarının oraya müdaxilə edilməsi və orada terror törətməsi
planları ola bilər. Çünki Tofiq Yaqublu'nu öldürmək istəyən, Tofiq Yaqublu'nu ömrü çürütmək istəyən hakimiyyət Rusiya dövlətidir və Rusiya bugünkü avtoritar rejimidir. Və Vladimir Putin əslində Azərbaycan ordusunun, Azərbaycanın demokratiya uğrunda mübarizəsində demokratik seçkilərin keçirilməsini istəmir. Azərbaycanda demokratik prezident, parlament, bələdiyyə seçkilərinin keçirilməsini istəmir. Azərbaycanda konkret olaraq dövlət orqanlarımıza böyük mənada cəsus şəbəkələrini yerləşdirərək Azərbaycan dövlətçiliyinə çox böyük zərbələr vurub. Azərbaycanda korrupsiyana, rüşvətxorluğa qarşı son illərdə aparılan mübarizədə nəticə verir və gömrük orqanlarında bu hallar yaşanıb və bu hallarla bağlı Dövlət Təhlükəsizlik Xidməti çox müsbət, uğurlu əməliyyatlar keçirib. Xüsusilə icra hakimiyyətində son Balakəndə keçirilən əməliyyatda da bu əslində əsas götürülür ki, Balakən şəhəri bilirsiniz ki, Azərbaycanın Rusiya ilə, xüsusilə düşmən bizim əsrlər boyu Azərbaycanın müstəqilliyinə son qoymuş, işğal etmiş, Azərbaycan ərazisində Ermənistan dövləti qurmuş bir ölkənin, bir xalqın sərhədində yerləşir. Ona görə də mən hesab edirəm ki, bu məsələ ilə bağlı oraya gələn insanlar, yəni orada Milli Şuranın üzvü, deyək ki, Milli Şuranın sədri Cəmil Həsənli və yaxud da digər sıravi Tofiq Yaqublu'nu tanıyan yaxın dostları, xüsusilə orada Milli Şuradan əlavə Xalq Cəbhəsinin üzvləri, Müsavat Partiyasının üzvləri də orada iştirak edib. Hətta mən ADR hərəkatından qoşulmuş, hal-hazırda Azad Söz telekanalında baş redaktoru olan Tural Sadıqlının atası Ələşdə Sadıqlı da məhkəmə iclasına yaxınlaşdı və bizə sual verdi ki, məhkəmə prosesində iştirak etməyimiz mümkündür. Mən dedim ki, məhkəmə qapalı keçirilir və Daxili İşlər Nazirliyi gücləndirilmiş iş rejiminə keçib. Və bu barədə biz Daxili İşlər Nazirliyi əməkdaşlarının icazə aldıq, soruşduq ki, məhkəmə prosesində iştirak etməyimiz mümkündürmü? Bizə qeyd elədilər ki, məhkəmə qapalı keçiriləcək və məhkəməyə heç kəsi, kənar şəxsləri buraxmayacaq. Və biz yaxşı bilirik ki, burada Məclis İstismar İdarəsi yox, birbaşa Daxili İşlər Nazirliyinin qərarıdır və biz burada hər hansı bir açıqlama verməyi özümüzə borc bildik və burada hər hansı bir gizlədəcək bir məsələ yoxdur. Ona görə də mən hesab edirəm ki, bu qərar təhlükəsizlik səbəbindəndir. Çünki son illərdə Azərbaycanda bir çox terror aktları baş verib, bizim təyyarəmizə, Azala məxsus dövlət təyyarəmizə hücum edildi. Azərisilah zavoduna Şirvanda Rusiyanın təxribatı olmuşdu və bilirsiniz ki, Azərbaycanın Türkiyənin S-130 helikopteri Azərbaycan ərazisinə eniş edərkən Gəncə şəhərində terror nəticəsində Rusiyanın hərbi kəşfiyyatının terroru nəticəsində 20-yə yaxın bizim qardaş Türkiyə Cumhuriyyətinin zabitləri şəhid oldular və bu səbəb onunla bağlı idi ki, Azərbaycan, Türkiyə və Pakistan respublikaları Azərbaycanın 44 günlük qazanılan hərbi qələbəmizlə bağlı hərbi paradda iştirak etdikləri üçün Pakistan Silahlı Qüvvələri, İslam Respublikası Silahlı Qüvvələri və Türkiyə Respublikası Silahlı Qüvvələri və Azərbaycan Respublikasının Silahlı Qüvvələri iştirak elədiyi üçün və biz 44 günlük müharibədə biz həm də antiterror əməliyyatında Rusiyanın silahlı qüvvələrinə qalib gəlmişik və Dağlıq Qarabağı Rusiyanın torpağından, tapdağından azad eləmişik və MDB məkanında Ukraynadan, Gürcüstandan, Moldovadan fərqli olaraq Azərbaycan ərazi bütövlüyünü bərpa eləyib və çox təəssüflər olsun ki, demokratik ölkə hesab etdiyimiz Moldova, Ukrayna və Gürcüstan respublikaları ərazi bütövlüyünü bərpa edə bilməyiblər. Bunun səbəbləri ondan ibarətdir ki, bugün o ölkələr təbii ki, Rusiyanın qeyri-qanuni
korrupsioner, rüşvətxor hakimiyyətinin olmasındadır. Və Rusiya hətta bizim apardığımız təbliğatdan nəticəsində müsbət bir hadisəni də qeyd edeyim ki, Azərbaycanın dövlət neft şirkətinin Sokar Trading şirkətinin vitse-prezidenti Adnan Əhmədzadə, təqsirləndirilən şəxs Adnan Əhmədzadənin azad olunması ilə bağlı, hətta Azad Söz telekanalında bu barədə xəbər yayımlayıb və biz bunu da əslində uğur hesab edirik. Çünki hüquqi uğur hesab edirik. Çünki biz düşmən bir ölkənin, Rusiyanın Lukoil şirkətinin Azərbaycan neftinə xlorid turşusu qatması ilə bağlı, hətta Rusiya Lukoil şirkətində çalışan Anjelina adlı Putinin cəsusunun işə elədik. Onun Azərbaycan neft tankerlərimizə Dədə Qorqud, Nizami və digər neft tankerlərimizin Avropa belə deyək də, Avropanın Qara dəniz üzərində bilirsiniz də, Türkiyə Cumhuriyyətinin Star neft emalı zavodunda İzmir limanından oraya gedib və təbii ki, Lukoil şirkəti öz qazını Azərbaycan dövlət neft şirkətinin məxsus neft tankerlərinə Rus neftini qatıb, yəni bu bir növ Rusiya dövlətinin Azərbaycan dövlətinə qarşı dələduzluğudur, Azərbaycan dövlətinə qarşı hörmətsizliyidir, ləyaqətsizliyidir, şərəfsizliyidir. Əsrlər boyu Azərbaycana törətdiyi cinayətlər, 37-ci repressiyaları, 47-53-cü il deportasiyaları, Azərbaycanda 20 yanvar faciəsi, 31 mart soyqırımını törədib və bu cinayətlər qarşısında Vladimir Putin həyasızcasına bugün yeni il münasibəti ilə mətbuat konferansı keçirib. Bir dəfə də olsun Azərbaycan xalqından, cənab prezidentimiz İlham Əliyevdən üzr istəməyib. Bu ləyaqətsiz hərəkəti törədən Vladimir Putin Beynəlxalq Haqa məhkəməsindən qaçır, sıçan kimi qaçır və gedib Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpla Alyaskada yaltaqcasına, şərəfsizcəsinə yalvarır və deyir ki, qurban olun bizi öldürmə, bizim əsgərlərimizi Ukraynadan xahiş elə öldürməsinlər. Görün, Ukrayna Rusiyanın nə qədər anasını ağladıb ki, Tataristanda digər neft emalı zavodlarını məhv edib. Və Ukrayna dövləti 20% torpaqlarının intiqamını Rusiyanın neft emalı zavodlarını məhv edərək alır. Digər tərəfdən Azərbaycan dövlətinə ziyan vurduğuna görə, Azərbaycanın təyyarəsinə ziyan vurduğuna görə, maddi ziyan vurduğuna görə kompensasiya ödəməyib. Bugünə qədər Rusiya dövləti öz cinayətkar zabitlərini, yəni Wagner qruplarını, Azərbaycanın bir çox şimal zonalarında yaşayan 2-ci Qarabağ müharibəsi iştirakçılarından istifadə edib öz ordusuna qatmaqla Azərbaycan ordusunun ləyaqətini, şərəfini ayaqlar altına almaqdan davam edir. Və biz buradan açıqlama veririk ki, nə qədər ki, buradan xəbərdarlıq edirik Vladimir Putin. Özünü yığışdır. Bu şou, bu təlxəliyi yığışdır. Gəlib o qədər türk xalqlarını zülm eləmisən ki, Tatarları da, Başqırtları da, Saka Yakutiyaları da əsarətdə saxlasanız da, gec-tez onlar üsyana qalxacaqlar. Gec-tez sənin hakimiyyətinə son qoyacaqlar. Özünü yığışdır. Sən seçkiləri saxtalaşdıraraq gəlib Rusiyanın prezidenti olmuşsan. Şərəfsiz, ləyaqətsiz, qoduq. Sənin nə layiq söz varsa hamısını deyəcəm. Azərbaycanda mənim şəxsi nömrəmi, şəxsi telefonumu oğurlatdıran da sənsən. Oğraş, binamus. Və öz səfirini də, Azərbaycanda səfirini də rədd elə get buradan. Öz şirkətlərini, VTV bankını, Lukoil şirkətlərini rədd elə get buradan. Bax, sənə ultimatum verirəm. Lazım olsa Kreml sarayını da ələ keçirəcəksən, özünü yığışdır. Sən elə bilmə ki, Azərbaycan dövləti zəifdir. Qətiyyən zəif deyil. Sıçan kimi gəlib Azərbaycana yalvarırsan. İt kimi yalvarırsan. Və BMT-də yalvarırsan.
Gəlib Amerika prezidentinə yalvarırsan. Dostlar, bu agresiyanı, bu nifrəti özləri yaradıblar. 200 ildir yaradıblar. Ümumiyyətlə, onların Qızıl Orda Türk dövlətini yıxmaqla, Giray xan hakimiyyətinə, xüsusilə sonradan İvan Groznu knyazlıq, Moskva knyazlığını yaradıb, Rusiya çarlığını qurmaqla, ya Pyotrun hakimiyyəti dövründə Rusiya çarlığını, imperiyasına çevirərək xalqları əsarətdə saxlamağına gec-tez son qoyacaq. Və bilirsiniz ki, dekabrın 24-də Azərbaycanın təyyarəsi keçən il terrora məruz qaldı. Nə qədər insanlar şəhid oldu və hətta Slavyan kökənli insanlar da şəhid oldular. Hər birinə Allahdan rəhmət diləyirəm. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Və hesab edirəm ki, bu canlı yayın vasitəsilə Azərbaycan Daxili İşlər Nazirliyinə təşəkkür edirəm. Xofi Yaqublu'nun həyat təhlükəsizliyini, məhkəmənin təhlükəsizliyini qoruduğuna görə və hörmətli bizim nazirimiz Vilayət Eyvazov cənablarına təşəkkürlərimi bildirirəm. Cənab prezidentimizə təşəkkürlərimi bildirirəm. Və təbii ki, Azərbaycanda mətbuat azaddır və mətbuat bugün çox sevindirici haldır ki, Azərbaycan mətbuatında deməli, çox sayda mətbuat nümayəndələri təltif olunublar. Mən onların adını çəkmək istəyirəm, gəlmişəm. Deməli, Oxu Az saytının baş redaktoru Əzizə İsmailova və Haber Global Bakı bürosunun əməkdaşları Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 aprel 2025-ci il tarixli fərmanı ilə 1875-ci ildə əsası qoyulan Azərbaycan mətbuatının 150 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Media İnkişaf Agentliyinin rəhbəri Əhməd İsmailov tərəfindən təltif olunublar. Və bizim yaxın dostlarımızdan Reaksiya TV-nin baş redaktoru, müstəqil medianın nümayəndəsi Zar Qərboğlu da mükafatlandırılıb. Digər tərəfdən bizim tanıdığımız və mənim də şəxsən jurnalist kimi Manşet Az saytının deməli, baş redaktoru Əli Vəliyev təltif olunub. Və təbii ki, bu çox maraqlı bir xəbərdir və bir şey də deyim ki, təqsirləndirilən şəxs Tələbə Güc Mərkəzinin təsisçisi Əhməd Məmmədlinin bugün doğum günüdür və o hal-hazırda cəza çəkmə müəssisəsində, penitensiar xidmətdə təbii ki, məhbusluq həyatı yaşayır, azadlıqdan məhrum olub. Və Tofiq Yaqublu da çox təəssüf ki, Əli Kərimli də bilirsiniz ki, azadlıqdan məhrum olub. Təbii ki, Əli Kərimlinin azadlıqdan məhrum olması müvəqqətidir, 2 aylıq, 15 günlük müddətdə. Biz əlbəttə ki, həqiqətləri deyirik, xalqa həqiqətləri deyilməlidir. Mən bir şey deyim ki, dostlar, bu qədər aqressiv, bu qədər Rusiyaya qarşı nifrətim də bu yaşanan hadisələrlə bağlıdır. Çünki bu qədər bizim təqsirləndirilən şəxsləri, vətənimizi, dövlətimizi sevən, ölkə prezidentimizin Avropa inteqrasiya siyasətinə dəstək verən və cənab prezidentimizi tənqid edən, cənab prezidentimizin şərəf ləyaqətinə hörmətlə yanaşan və dövlətimizə hörmətlə yanaşan, qanunlara hörmətlə yanaşan bir çox jurnalistlərimizin, bir çox deməli, siyasi partiya nümayəndələri 400-ə yaxın, onlar beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbuslar siyasında olan insanlar bugün cəza çəkmə müəssisəsində azadlıqdan məhrum olublar və onlar bizim təbii ki, soydaşlarımızdır. Onlar bizim ən şərəfli, ən ləyaqətli həmkarlarımızdır. Ona görə də bilirsiniz, gərək cəsarətlə bunu deyək ki, Azərbaycan dövlətimizi
işğal etmək istəyən Putin hakimiyyəti, Putin rejimi bu terror aktlarını, bu dövlət orqanlarımıza Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşlarını sızdırmaqla Azərbaycan dövlətçiliyinə tərtər boyda ağır bir məsələdə dövlətimizin təbii ki, burada hərbi prokurorumuzun, baş prokurorumuzun və digər orqanlarımızın adı hallanır, istintaq işlərində adı hallanır və burada həm də təqsirləndirilən şəxs olan aprel döyüşlərində iştirak edən insanlar Rusiya xüsusi xidmət orqanları tərəfindən ağır işgəncələr görüblər və bu işgəncələrin də təbii ki, əmrini Vladimir Putin verib. Putin istəmir ki, aprel döyüşlərinin iştirakçıları Azərbaycanda qəhrəman olsun, Azərbaycanda onların adı əbədiləşdirilsin. Hətta baxırıq ki, bəzi hallarda onların bir çox 2-ci Qarabağ müharibəsində iştirak edən qazilərimizin 150 nəfəri sosial problemlər ucbatından dövlət orqanlarımıza sızan Rusiya xüsusi xidmət orqanlarının onlara etdikləri ədalətsizliklərə görə onlar intihar ediblər və Vladimir Putin gülə-gülə, həyasızcasına Azərbaycanda etdikləri cinayətləri elə bilir ki, hamısı gizlənəcək, gizlədiləcək və bu mümkün deyil. Gec-tez Vladimir Putin Azərbaycan xalqına və Türk dünyasına və Slavyan xalqları olan Moldovanlara, Ukraynalılara və ən əsası təbii ki, Qafqaz xalqlarına və burada təbii ki, Asetinlərə, Abxazlara və Gürcülərə hesab verəcək. Çünki bugün Gürcüstan dövlətini işğal ediblər, Gürcüstan dövlətinin hakimiyyətini işğal ediblər. Bugün Gürcü faşizminin, Gürcü arzusu adlandırılan Gürcü faşistləri hakimiyyəti zəbt ediblər. Orada yaşayan Azərbaycanlıların, soydaşlarımızın hüquqlarını, bələdiyyə seçkilərində onların hüquqları tapdalanıb. Onlar böyük bir repressiyalarla üz-üzədirlər. Bizim bir soydaşımız, bizim jurnalistimiz Əfqan Sadıqov da onlar ən ağır işgəncələrlə onları türmələrə saldılar. Biz təbii ki, cənab prezidentimizə xahiş elədik və qeyd elədik ki, Gürcüstan prezidentinə bu məsələni qaldır və cənab prezidentimiz sağ olsun məsələni qaldırandan sonra Gürcüstan prezidenti məcburiyyət qarşısında bunu elədi. Və bir şey də deyim ki, Azərbaycan dövlətinə məxsus SOCAR şirkəti əgər Gürcüstanda bu Azərbaycanlılara, xüsusilə Borçalı, Qarapapaq etnik Azərbaycanlılara qarşı repressiyaları davam etsə, sürətlə davam etsə və bələdiyyələrdə onların haqlarını tapdalasa, bilin ki, Azərbaycan Dövlət Neft Şirkəti Bakı-Tiflis-Ceyhan kəmərini, Bakı-Tiflis-Ərzurum kəmərini, Bakı-Tiflis-Qaz kəmərlərinin nəqlini dayandıracaq və Azərbaycanın neftinin Gürcüstana daşınmasını dayandıracaq. Azərbaycan dövlətinin belə bir qüdrəti, belə bir iradəsi var və lazım olsa bunu eləyəcək. Ona görə də mən hesab edirəm ki, dostlar, xalqa, vətəndaşlarımıza qorxmadan, çəkinmədən dövlətimizə, prezidentimizə sıx birləşməyə, dövlətimizlə sıx birləşməyə və bütün təqsirləndirilən şəxslərin, xüsusilə siyasi beynəlxalq təşkilatlar tərəfindən, Rusiya dövləti tərəfindən onları türmələrə salan, türmələrə düşən, eynən 37-ci ildəki kimi onlara işgəncə verən Rusiyanın cəsuslarını mütləq cəzalandıracaq. Bizim hörmətli nazirimiz Vilayət Eyvazov cəzalandıracaq və bizim hörmətli müdafiə nazirimiz Zakir Əsənov cəzalandıracaq. Dövlət Təhlükəsizlik Xidməti rəisi hörmətli Əli Nağıyev cəzalandıracaq. Biz əlbəttə ki, bütün dövlət orqanlarımızdan çox razıyıq. Bizə göstərilən diqqət qayğılarına görə. Xüsusilə biz Sosial Müdafiə Nazirliyində Dövlət Məşğulluq Agentliyinin bütün əməkdaşlarına təşəkkürlərimizi bildiririk. Hörmətli nazirimiz, yeni nazirimiz Adil Əliyevə təşəkkürlər edirik. Çünki onlar bizə çox böyük diqqət qayğı göstərdilər. Xüsusilə pandemiya dövründə bizə edilən
sosial yardımlar, 190 manatın ödənilməsi və bizim işsizliklə üz-üzə qalmağımıza baxmayaraq bizə göstərilən, ailəmizə göstərilən diqqət qayğıya görə ölkə prezidentimizə, Ali Baş Komandanımıza, ordumuza təşəkkür edirəm, nazirlərimizə təşəkkür edirəm və hesab edirəm ki, xalqımıza, dövlətimizə ləyaqətli ömür və ləyaqətli həyat arzulayıram. Ləyaqətli bir əqidə arzulayıram. Biz mütləq demokratik bir cəmiyyət quracaq. Mütləq demokratik bir xalq, demokratik bir partiyalar formalaşdıracaq. Demokratik bir mühit formalaşdıracaq. Təbii ki, Azərbaycanda demokratik, şəffaf seçkilər mütləq olacaq. Və mən əminliklə deyirəm, demokratik seçkilər olsa belə, yenə də cənab Prezident İlham Əliyev qalib gələcək. Və bunun şəksiz, şübhəsiz mən hesab edirəm. Demokratik seçkilər olsa belə Yeni Azərbaycan Partiyası qalib gələcək. Çünki Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır və Azərbaycanın xilaskarı olan partiyadır. Çünki bu partiyanın yaranmasında Ziya Bünyadovun, Dilarə xanım Əliyevanın, Xəlilzadə Türkün misilsiz xidmətləri var. Və əlbəttə ki, bizim 91-lər hərəkatının xidmətləri var. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin xidmətləri var. Bizim Azərbaycan Respublikasının istiqlalçı millət vəkilimiz və Ali Məclisinin sədri olmuş, Azərbaycan Respublikasının 3-cü prezidenti olmuş, uzun illər Azərbaycanın xüsusi xidmət orqanlarını, Rusiya xüsusi xidmət orqanlarına sızaraq Azərbaycana müstəqillik bəxş eləmiş istiqlalçı bir prezidentimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Əlbəttə ki, biz dövlət tərbiyəsi almış, dövlətçilik şuurunda olmuş bir insanlar olaraq bizi heç kəs həbs eləyə bilməz. Bizim həbs olunmağımız üçün mütləq korrupsiya ilə və yaxud da hansısa bir xarici düşmən qüvvələrə, hansısa kriminal aləmə, hansısa narkotika ticarətinə, hansısa qanunsuz silah ticarətinə məşğul olmamız lazımdır. Hansısa mafiya qruplarına, hansısa mafyoz qruplarına, hansısa qanuni oğrularla əlaqəmiz olması lazımdır. Bizim heç bir zaman bu əlaqələrimiz olmayıb. Bizim bir dövlətimiz var. Bu dövlətimiz 34 ildir yaşayır. Bu dövlətimizi qorumaq hər birimizin vicdan borcudur. Dövlət bayrağımızı, dövlət gerbimizi, dövlət himnimizi mənimsəmək, dövlət himnimizi bilmək hər birimizin borcudur. Hər bir Azərbaycan Respublikası vətəndaşın borcudur. Bizim əqidəmiz əyilməzlik, heç bir yaltaqlığa, heç bir konkret olaraq şəxsiyyətə pərəstiş üzərində, bütləşdirmə üzərində qurulmur. Biz Rəsulzadəyə də, Elçibəyə də, Heydər Əliyevə də, cənab Prezidentimiz İlham Əliyevə də sayğılarımızı, hörmətlərimizi bildiririk. Bu bizim mənəviyyatımızdır, bizim əxlaqımızdır. Biz heç bir zaman cənab Prezidentimizin təhqir olunmasına, Rəsulzadələrimizin təhqir olunmasına, Elçibəylərin təhqir olunmasına yol verə bilmərik. Heydər Əliyevlərin təhqir olunmasına yol verə bilmərik. Bunu edən alçaqlar cəsarətləri belə yoxdur ki, Lukoil kimi əclaf bir şirkətin, Azərbaycan dövlətinə ziyan vurmuş şirkətin, Azərbaycanda benzin dondurma məntəqəsinin mütləq fəaliyyətini biz dayandıracaq. Ya Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti bu işə müdaxilə edəcək, ya Daxili İşlər Nazirliyi müdaxilə edəcək, ya Korrupsiyaya qarşı mübarizə idarəsi müdaxilə edəcək, ya da ki bizim Avropa İttifaqı Azərbaycan nümayəndəliyi bu işə müdaxilə edəcək, ya da Dövlət Miqrasiya Xidməti müdaxilə edəcək. Biz çağırış edirik ki, Azərbaycanda bütün Rus məktəbləri, Rusiya Mədəniyyət Mərkəzi, Lomonosov adına universitet, Seçenov adına universitet, o cümlədən 346 Rus məktəblərinin fəaliyyəti dayandırılmalıdır. Azərbaycanda CBC TV rəsmi olaraq Rus dilini qadağan etməlidir. Baku TV Rus dilini qadağan etməlidir. Report TV, Report Az saytı
və Trend agentliyi də rus dilini qəti şəkildə qadağan etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsi tələb edir ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili olduğuna görə Azərbaycanda yaşayan bütün vətəndaşlarımızın Azərbaycan dilində danışması lazımdır. Bütün nazirliklərimiz, bütün icra hakimiyyətlərimiz və prezident administrasiyasında çalışan hər birinin Azərbaycan Respublikasının prezidentindən nümunə götürməyə, Azərbaycan dilini mükəmməl bilməyə çağırırıq. Hesab edirik ki, bu çağırışımız, bu müraciətimiz müsbət nəticələr verəcək. Biz inanırıq ki, Tofiq Yaqublu başda olmaqla bütün təqsirləndirilən şəxslərin ən başda beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus siyasına salınmış insanların dərhal cənab prezidentimizin əfv fərmanına, amnistiya aktına düşməsini tələb edirik. Hesab edirik ki, bizim vicdan borcumuzdur, ləyaqət borcumuzdur ki, xalqa həqiqətləri çatdıraq. Baxın, məhkəmə iclasında iştirak edə bilməyən 10 milyon vətəndaşımızın ən böyük onların baiskarı bugün Rusiyanın başında oturan əclaf Vladimir Putindir. Hələ də istifa verməyib, hələ də müharibədə ağır məğlubiyyətə uğramasına baxmayaraq, Ukrayna ordusu qarşısında aciz vəziyyətdə olmasına baxmayaraq, dünyada BMT tərəfindən rəsmən işğalçı dövlət kimi tanınan, işğalçı ölkə kimi tanınan, kriminal terrorçu dövlət kimi tanınan bir ölkənin başında oturasan, utanmadan həyasızcasına gəlib türkləri əsarətdə saxlayasan və Osetiyanı, Cənubi Osetiyanı, Abxaziyanı, Krımı, Donbası, Lugansı, Zaporojeni işğalda saxlayasan və o cümlədən Dnestriyanı ərazisini işğalda saxlayasan, utanmadan gəlib mətbuat konfransı keçirəsən. Görün bu adamın həyasızlığına, bunun ləyaqətsizliyinə bax ki, bu adam insanlıq düşməni hərəkətlərə yol verir. Bu insan uzun illər Azərbaycanda 37-ci repressiyalarını xalqımızdan gizlədib. Bugünə qədər Azərbaycan Respublikası prezidentindən üzr istəməyib. Bu törətdiyi cinayətlərə görə prezidentimizdən üzr istəməyib. Bu ləyaqətsiz davranışlara görə mən hesab edirəm ki, mütləq cəzasını Beynəlxalq Haqa Məhkəməsində, necə ki Serbiyanın keçmiş prezidenti Miloševiçin, necə ki İraq prezidenti Səddam Hüseyn kimi edam cəzasına məhkum ediləcək. Bilirsiniz ki, onlar müharibə cinayətkarlardılar. Onlar dünyanın diktatorlardılar. Hətta dünyada demokratik ölkə kimi tanınan, Avropa İttifaqının, NATO'nun üzvü olan Almaniya Federativ Respublikasında da, İtaliya Respublikasında da, İspaniya Krallığında da, Franco kimi, Hitler kimi, Mussolini kimi diktatorlar, avtoritarlar əyləşmişdilər. Onlar da özlərini seçki yolu ilə, demokratik yolla hakimiyyəti zor gücü ilə zəbt eləmişdilər. Son illərdə Suriyanın prezidenti Bəşər Əsədin, Nepalın prezidentinin devrilmələri göstərir ki, bu xalq Azərbaycan Konstitusiyasının 1-ci maddəsində deyildiyi kimi hakimiyyəti mənbəyi xalqdır. Bugün cəsarətlə deyə bilərik ki, biz firavan, təhlükəsiz şəraitdə yaşayırıq. Azad bir ölkədə yaşayırıq. Demokratik ölkədə yaşayırıq. Əlbəttə ki, demokratiyanın boğulmasına cəhd eləyən, demokratiyanın boğulmasına çalışan Rusiyanın kəşfiyyat orqanları Azərbaycanın dövlət orqanlarımıza sızaraq cinayətlər törədirlər. Azərbaycan dövlətinin bayrağına ləkə yaxan, imicinə zərər vuran işlərlə məşğuldular. Və təbii ki, Rusiyanın prezidentinin sifarişlərini, Rusiyanın FSB-sinin sədrinin sifarişini yerinə yetirirlər. Biz onların adlarını çəkmək, onların bizi hədəf etməsini istəmirik. Onlar korrupsioner, rüşvətxor, xalqın qatilidirlər. Mən onların adını çəkmək istəmirəm. Çünki özümü Rusiyanın əclaf,
70 il Azərbaycanı əsarətdə saxlamış əclaf bir hüququn ayaqlar altında aldığı yerdə olmaq istəmirəm. Mən Azərbaycanın Respublikasının vətəndaşı olaraq qanunları pozmayan, yol hərəkəti qaydalarını pozmayan insan kimi yaşamaq istəyirəm. Və mən hesab edirəm ki, hər bir vətəndaşımız əqdəni və şərəfini, ləyaqətini qorumağı bacarmalıdır. Bizim toxunulmazlığımız bəlkə də ondan ibarətdir ki, biz nümunəvi vətəndaş olmağa çalışırıq. Ailəmiz də və özümüz də nümunəvi vətəndaş olmağa çalışırıq. Heç bir ədəb ərkanı sığmayan, etikaya sığmayan davranış göstərən bir çox medialar var. TV Musavat başdan ayağa söyüşlə məşğuldur. Rauf Harifoğlu vaxtı ilə cənab prezidentimizi təhqiramiz ifadələr səsləndirərək, sonra da yalvararaq, rəiyyət kimi yalvararaq türmədən çıxıb, gedib prezidentə yalvarırdı ki, qurban olun mənə dəymə. Bugün Azərbaycanda demokratiya uğrunda vuruşanları hədəfə almaqla məşğuldur. Rauf Harifoğlu Müsavat qəzetinin, Müsavat adını ləkə gətirən işlərlə məşğul olub. Ölkə prezidentimizə dəfələrlə xəyanət edib. Ölkə prezidentimizin qərarı ilə keçirilən parlament seçkilərində parlamentliyə millət vəkilliyinə namizədliyini irəli sürüb. Və utanmaz cənab prezidentimizi təhqir edərək, cənab prezidentimizə böhtanlar yağdıraraq özünün jurnalistika peşəsinə yaraşmayan işlərlə məşğul olub. Bugün Tural Sadıqlıların, digərlərin onları tənqid etmələri təbii görünür. Çünki elə Azər Həsrət özü də vaxtı ilə cənab prezidentimizə böhtan yağdırıb. Elmar Hüseynovun qətlində Vladimir Putinin birbaşa göstərişi olub. Çünki Monitor jurnalında Rusiyana xidmət eləyən casusları ifşa eləmişdi. Ona görə necə ki 37-ci ildə olduğu kimi onu da məmmalı şəkildə Ziya Bünyadov kimi, Rafiq Tağı kimi məmmalı şəkildə öldürdülər. Bu cinayətin üstü açılmadı. Vladimir Putin bu cinayətləri törədərək Azərbaycanı əzməyə, Azərbaycan dövlətçiliyini əzməyə ilə məşğul oldu. Əli İnsanov kimi və yaxud da Fərhad Əliyev kimi insanlar da vaxtı ilə Vladimir Putinin göstərişini yerinə yetirərək ölkəmizdə korrupsiya, rüşvətxorluq hallarına yol verdiyinə görə, vəzifə səlahiyyətlərinə, sui-istifadalarına yol verdiyinə görə, dövlətimizə xəyanət etdiyinə görə, bugün də Əli İnsanovu müxalifətdə olan ləyaqətli insanlar, Azərbaycanın 18 oktyabr müstəqillik aktına imzalayan partiyalar, ən başda Azərbaycan Xalq Cümhuriyyətini qurmuş Müsavat Partiyasının 1992-ci il prezident seçkilərində hakimiyyətə gəlmiş Xalq Cəbhəsi Partiyasının haqlı qınağına səbəb olmuşdur. Ona görə də dostlar, həqiqətləri deməyi, həqiqətləri dilə gətirməkdən çəkinməyin, qorxmayın. Bu ölkə azad ölkədir. Bu ölkə yüzillər boyu demokratiya ənənələrinə, demokratik dəyərlərə söykənən ölkə qurmuşdur. Yer gəlmişəm onu qeyd edeyim ki, Türkiyə Cumhuriyyəti demokratiya ənənələrinə çox təəssüflər olsun ki, 1946-cı ildə nail olmuşdur. Bunun səbəbləri ondan ibarətdir ki, Türkiyə Cumhuriyyəti uzun illər, xüsusilə 1919-cu ildən 1923-cü ilə qədər Qurtuluş müharibəsini aparıb. Çünki yadellilərin əsarətində olmuş torpaqların, Anadolu torpaqlarının azad olunmasından məşğul olub. Eyni taliyə Azərbaycan yaşayır. Baxmayaraq ki, Azərbaycan dünyanın beynəlxalq təşkilatlarda qeyri-azad ölkələrin siyasında görünür. Amma Azərbaycan gec-tez azad ölkələrin siyasında olacaq. Gec-tez Azərbaycan Avropa İttifaqının üzvü olacaq. Gec-tez NATO'nun üzvü olacaq. Bunun üçün mühüm islahatlara gərək var. Mən əminəm ki, cənab prezidentimiz bu islahatlara iradə göstərəcək qabiliyyətdədir. Çünki cənab prezidentimiz ölkədə əlbəttə ki, demokratik seçkilərin keçirilməsinə maraqlıdır. Əlbəttə ki, ölkədə
insan haqlarının bərpa olunması, insan haqlarının qorunmasında maraqlıdır. Bir çox amnistiya aktının imzalanmasında da bunun xüsusilə ağır cinayətlər törətmiş sıravi vətəndaşların azadlığa buraxılması qərarı da prezidentimizin humanistliyini bir daha göstərir. Çox təəssüflər olsun ki, Rusiya xüsusi xidmət orqanlarının hədəfə aldığı bizim dəyərli, şərəfli insanlarımızın təqsirləndirilən şəxslərin siyasına, qara siyahıya salınması əlbəttə ki, cənab prezidentin vurğuladığı kimi mənə siqnal verin mesajına tam yerində sayılan məsələdir. Mən sizə əminliklə deyirəm ki, bizim müraciətimiz mütləq cənab prezidentimizə çatacaq. Və biz cənab prezidentimizdən xahiş edirik ki, qara siyahıya düşmüş, qara siyahıya salınmış insanların araşdırılması və kimlər bu qara siyahıya salıblarsa onların cəzalandırılmasını tələb edirik. Və onlar Putinin tapşırıqlarını yerinə yetiriblər. Mən əminəm ki, cənab prezident bu işdən xəbəri yoxdur. Və bu işdə heç bir rolu yoxdur. Mən düşünürəm ki, cənab prezident əksinə hər bir vətəndaşımızın prezidentidir və hər bir vətəndaşımızın azadlıqlı olmasına maraqlıdır. Çünki biz onu seçmişik, biz ona səs vermişik və biz ona etimat göstərmişik. Biz onun deputat seçmişik. Ona görə də mən hesab edirəm ki, xalqımıza və dövlətimizə sədaqətli olmaq, dəyərlərə sədaqətli olmaq vacib məsələdir. Bizi bir çox partiyalar sıralarında görmək istəyirlər, amma biz heç birində olmaq istəmirik. Biz böyük öndərimiz Mustafa Kemal Atatürk'ün Amasya Konqresində söylədiyi bir fikrə mən son canlı yayımda yekunlaşdırmaq istəyirəm. Siyasi partiyalar milləti bölər, milli birliyə möhtacıq. Əgər Əli Kərimli Xalq Cəbhəsi Partiyasının üzvü olmasaydı, bugün 4 divar arasında həbsdə yatmazdı. Əgər bugün Ramiz Mehdiyev siyasi partiya mənsubiyyəti olmasaydı, partiyakrat olmasaydı, bugün o siyasi hədəfə tuş gəlməzdi. Əlbəttə ki, Ramiz Mehdiyev siyahı üzrə tutduğu insanlar var və onun vaxtilə vəzifəyə qoyduğu adamlar var. O adamlar hələ ki, dövlət sirri kimi, məxfi sirr kimi, hərbi sirr kimi qorunur. Ona görə biz bilmirik ki, Ramiz Mehdiyev nəyə görə Əli Kərimlinin adını öz cinayət törətdiyi siyahıya salıb. Yəni, biz yaxşı bilirik ki, Əli Kərimli xalq tərəfindən millət vəkili seçilib. Və əlbəttə yaxşı bilirik ki, 92-93-cü illərdə Əli Kərimli heç bir halda rüşvətxorluq və korrupsiya halları ilə məşğul olmayıb. Və Əbfəz Elçibəyin prezidentlik dövründə onun etimadını doğruldu. Və bilirsiniz ki, Əli Kərimli özü etiraf edib ki, mənim Rusiya ilə heç bir əlaqəm yoxdur. Bugün Ramiz Mehdiyevin törətdiyi cinayətlərə görə Əli Kərimli məsuliyyət daşımamalıdır. Mən düşünürəm ki, bunun bir yolu var. Mütləq Putinin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunması və onun məhkəmə önünə çıxarılması lazımdır. Çünki Arayik Aratunyanlar və digər qondarma Dağlıq Qarabağ Respublikasının qurulmasında onların ali baş komandanları hesab olunan Vladimir Putindir. Ona görə də bugün Dağlıq Qarabağda, Tərtərdə, Gəncədə, Bərdədə törədən və onun ali baş komandanı, terrorçuların ali baş komandanı əlbəttə Vladimir Putindir. Təbii ki, onların Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılması, Laçın Dövlət Sərhəd Xidməti tərəfindən sərhədi keçərkən saxlanılması təsadüfi deyildi. Mən hesab edirəm ki, 91-ci ildə Arkadi Vorskinin yaratmış olduğu Komendant Üsul İdarəsi, Qarabağ Komitəsi təsadüfi yaranmamışdı. 1813-cü il Gürcistan müqaviləsi ilə, 1828-ci il Türkmənçay müqaviləsi ilə köçürülən ermənilər özlərinin qondarma separatçı bir respublika elan etdilər. Xüsusilə 1991-93-cü illərdə Rus qoşunları 366-cı alay Xocalı faciəsini törətməklə və digər Dağlıq Qarabağın 20% torpaqlarını işğal olunduqdan sonra onlar separatçı bir respublika yaratdılar. Sonradan bilirsiniz ki, separatçı respublikanın prezidenti olmuş
Sarkisyan və Koçaryan Ermənistan Respublikasına təyin olundular. Və seçki saxtakarlıqları ilə hakimiyyəti zəbt elədilər, qan tökərək hakimiyyəti zəbt elədilər və Ermənistanda avtoritar rejimlər qurdular. Çox şükürlər olsun ki, Ermənistanda, qonşu Ermənistanda artıq demokratik bir hakimiyyət və demokratik bir seçki ilə, parlamentin iradəsi ilə təbii ki, baş nazir Paşinyan ölkənin hökumət başçısıdır. Və bilirsiniz ki, avqustun 8-də Vaşinqton şəhərində keçirilən Amerika Birləşmiş Ştatlarının prezidenti ilə görüşdə məhz Zəngəzur dəhlizi üzərində Trip dəhlizinin açılması və artıq rəsmi olaraq Azərbaycanla Ermənistan arasında Sokar şirkəti və ExxonMobil şirkəti vasitəsilə Ermənistana neft ixracının başlanması, yəni MDB çərçivəsində və Avropa Şurasının üzvləri kimi iki ölkənin Qafqaz evi ideyası əsasında bunlar artıq sərhədlərin müəyyənləşdirilməsi, xüsusən Zəngəzur dəhlizi üzərindən və dəmir yol kəmərinin çəkilməsi, dəmir yolunun çəkilməsi planlaşdırılır. Yaxın günlərdə Ermənistandan şampan və yaxud da konyak və digər bizim tarixi İrəvan mahalında və tarixi Göyçə mahalında istehsal olunan erməni məhsullarının Azərbaycanda ithal olunması baş verəcək. Və bu keçmiş SSR dövründə və Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi demokratik və ölkədə çox millətli bir xalqın olduğunu göstərir. Bilirsiniz ki, 30 minə yaxın Bakıda erməni kökənli vətəndaşlarımız var. Onların bir neçəsi dövlət vəzifələrindədir və bir neçəsi də parlamenti təmsil edirlər. Bu onu göstərir ki, faşist bir ölkə deyilik, faşist bir respublika deyilik. Biz millətindən, etnik mənsubiyyətindən, cinsindən asılı olmayaraq hər bir kəsin konstitusiyon hüququ var ki, dövlət vəzifəsini tutsun və yaxud da parlament seçkilərində, bələdiyyə seçkilərində, prezident seçkilərində iştirak eləsin. Və bir şey də deyim ki, dostlar, təbii ki, kiminsə hansı etnik mənsubiyyəti bizim üçün önəmli deyil. Bizim üçün onun tutduğu vəzifədəki peşəkarlığı önəmlidir. Bir daha hər birinizə təşəkkür edirəm və yer gəlmişkən bugün mən Ali Məhkəmənin önündə bizim polis əməkdaşlarımızın mənim təbii ki, çox nəzakətlə, ədəb-ərkan qaydaları ilə və hüquq ali prinsiplərinin tam yüksək səviyyədə olduğu bir şəraitdə mən münasibət qurdum və soruşdum, icazə aldım ki, əlbəttə bilirəm ki, Ali Məhkəmənin binasında mühafizə xidmətində polis əməkdaşları var və onlar zaten onlar da əmrə tabedirlər və onlar da Daxili İşlər Nazirinin əmrinə tabedirlər və belə bir şəraitdə onlar da əslində səlahiyyətləri yoxdur ki, məhkəmədə əgər qapalı, gücləndirilmiş rejimdə məhkəmə prosesi keçiriləcəksə, orada kənar şəxslərin məhkəmə prosesinin iştirakı mümkün deyil. Amma əlbəttə ki, Abzas medianın əməkdaşlarının təbii ki, vəkil vasitəsilə, vəkildən alınan təbii ki, bilirsiniz ki, məhkəmədə təqsirlənilən şəxsin vəkili mətbuata açıqlama verib və mətbuata açıqlama əsasında Abzas media bu informasiyanı yayıb və təşəkkür edirəm buradan mətbuat işçilərinə və bütün Azərbaycanın milli mətbuatının yaranmasının 150 illik yubileyində təltif olunan bütün jurnalist dostlarımızı təbrik edirəm və bu Azərbaycan dövlətinin, Azərbaycan Respublikası prezidentinin, Media İnkişaf Agentliyinin böyük xidmətləridir və əlbəttə ki, Azərbaycanın 44 günlük qazanılan qələbədə Azərbaycan mətbuatının da çox böyük rolu var. Əlbəttə ki, bilirsiniz ki, Azərbaycan, bizim təşkilatımızın özü də 1905-ci ildə yaradılıb və bizim təşkilat Əhməd Ağoğlu'nun təşəbbüsü ilə yaradılıb və biz fəxrlə deyə bilərik ki, bizim təşkilatımız Azərbaycan Xalq Cümhuriyyətini qurub, Azərbaycan Respublikasını qurub, Azərbaycanın 4 prezidentini seçib. Bilirsiniz ki, Ayaz Mütəllibovu da, Elçi bəyi də, Heydər Əliyevi də, İlham Əliyevi də seçən bizim təşkilatdır.
və biz əlbəttə ki, dövlətimizi quran, dövlətimizi qoruyan bizlərik və bizim sıralarımızda Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin keçmişdə təcrübə qazanmış və xidmətlər göstərmiş və məzuniyyətə çıxmış insanlar bizim təşkilatımızın sıralarındadılar və bizim təşkilatımıza xəyanət edən, bizim dövlətimizə xəyanət edən insanların bir çoxu bugün təbii ki, təqsirləndirilən şəxs qismindədirlər. Onlar arasında bizim sədrimiz, hörmətli Fuad Muradov və bizim mətbuat xidmətinin rəhbəri Fərid Abdinov və bizim Rusiya Federasiyasında şöbəyə rəhbərlik edən Ramin Şükürov məhbəsdədir və digər bizim vaxtilə bizim sıralarımızda olmuş Astayim telekanalının baş redaktoru Pərvin Abışova və hal-hazırda isə təbii ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışan Vüsal Süleymanov bizim sıralarımızda olub və təbii ki, bizim sıralarımızdan ayrılanan bir çoxunun, mən Pərvin Abışovu təbii ki, bu sıralarda istisna edirəm və o cümlədən bilirsiniz ki, Azad Səs medianın rəhbəri Akif Nəcəfov da və o cümlədən Xəyal Sadıqlı da bizim sıralarımızda 4-cü hakimiyyəti təmsil ediblər. Bizim sıralarımızı tərk edən insanların bir çoxunun hər birinin təbii ki, çox böyük əmək olub. Bizim təşkilatımızın bərpa olunması, 2019-cu ildə Milli Fədai Hərəkatının təsis olunmasında xidmətləri olub. Mən sonradan bu təşkilatın sıralarına qoşuldum. Mən təşkilatın sıralarında olarkən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sədrlik elədiyi Yeni Azərbaycan Partiyasının və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında iştirak etmiş Müsavat Partiyasının və o cümlədən parlament seçkilərində 2005-95 parlament seçkilərində qalib gəlmiş Ümid Partiyasının, 2020 və 2024-cü il parlament seçkilərində qalib gəlmiş Real Partiyasının sıralarında olmuşam və fəxrlə deyə bilərəm ki, bu sıralarda olarkən böyük bir siyasi təcrübə qazanmışam və böyük siyasi etika və siyasi mədəniyyət göstərən sədrlər olub və əlbəttə İsa bəy, İlqar bəy, o cümlədən cənab prezidentimiz İlham Əliyev əlbəttə ki, bizə siyasi mədəniyyətin, siyasi etikanı bizə öyrədib və biz təbii ki, hər bir sədrimizin, partiya sədrlərinin hər birinə hörmətimiz və sayğılarımız var. Ona görə də mən Azərbaycanda demokratiyanın və pluralizmin tam mükəmməl şəkildə olmasını istəyirəm. Türkiyə Cumhuriyyətindəki kimi, Şimali Kipr Türk Cumhuriyyətindəki kimi, Ukrayna Respublikasındakı kimi, Moldova Respublikasındakı kimi, Amerika Birləşmiş Ştatlarındakı kimi, Fransa Respublikasında, Almaniya Federativ Respublikasında, İtaliya Respublikasında, İspaniya Krallığında, Belçika Krallığında, Hollandiya Krallığında kimi, yəni böyük dövlətlərin, yəni qüdrətli dövlətlərin kimi güclü, qüdrətli bir dövlət olmasını istəyirəm. Biz buna iradəmiz və buna qabiliyyətimiz çatır. Və mən əminəm ki, cənab prezidentimizin də buna iradəsi çatır və buna mane olacaq heç bir qüdrət yoxdur. Və cənab prezidentimiz əlbəttə ki, bütün seçkilərdə şəffaf və ədalətli şəkildə qalib gəlib. Mən bunu tam məsuliyyətlə, tam vicdanla, ləyaqətlə bunu deyirəm. Kimlərsə bunu inkar edə bilər və kimlərsə bunu rədd edə bilər və əlbəttə ki, onlara da bizim hörmətimiz və sayğılarımız var. Çünki hər bir insanın öz fikri var, hər bir insanın öz dünya görüşü var və biz heç kimdən qorxmuruq, heç kimin diktəsi ilə, kimisə hansısa partiyanın maraqlarından çıxış eləmirik və heç bir partiyaya bağlı deyilik və fikirlərimizi və gördüyünüz kimi biz müxtəlif kəşfiyyat məlumatlarımızı alarkən çalışırıq ki, Türk dünyasının və demokratik ölkələrin kəşfiyyat orqanlarından informasiyalar alaq. Bizə müttəfiq olan, bizimlə eyni əqidəni, eyni məramı paylaşan insanlara olan ölkələrə biz
kəşfiyyat orqanlarından informasiya alırıq və bəzi hallarda biz Fransadan, Amerikadan, İngiltərədən, İtaliyadan, yəni bizə neft müqavilələri ilə, bizim cənab prezidentimizə sayğıları olan, cənab prezidentimizin yürütdüyü siyasəti dəstəkləyən və bizim prezidentimizlə yaxın dost münasibət göstərən bu ölkələr bilirsiniz ki, uzun illər Avropa Şurasında, Parlament Assambleyasında çiyin-çiyinə bir yerdə olublar və bu ölkələr qarşısında çıxışlar eləyib və mən bir şey deyim ki, dünya şöhrətli və Avropanın ən demokratik prezidenti İlham Əliyevdir və çox geniş intellektə və geniş dünya görüşünə malik prezidentdir və çox dil bilən prezidentimiz var. Ona görə də mən hesab edirəm ki, ədalət naminə demək lazımdır ki, cənab prezidentimizin alternativləri bugün olmamasının səbəbkarı elə öz xalqımızdadır. Çünki öz xalqımız 70 il ərzində müstəmləkədə olub və bilirsiniz ki, cənab prezidentimiz bəxti onda gətirib ki, uzun illər Azərbaycanda dövlət təcrübəsi qazanmış, dövlət idarəçiliyində çalışmış, böyük şəxsiyyət, tarixi şəxsiyyət və dövrümüzün şahisman xətaisi, Rəsulzadəsi, Elçibəyi olan Heydər Əliyev kimi böyük şəxsiyyətin oğludur və ona görə də düşünürəm ki, biz heç kimdən çəkinmədən, heç kimdən qorxmadan səmimi qəlbdən həm Heydər Əliyevin məzarını, həm Rəsulzadənin məzarını, həm Elçibəyin məzarını, həm Şah İsmayıl Xətainin məzarını, həm Seyid Cəfər Pişəvərinin məzarını ziyarət etməklə bir daha sübut edirik ki, biz heç bir yerə bağlı deyilik. Bizim üç rəngli bayrağımız bizim dövlətimizə bağlıyıq və biz yalnız bir ölkənin maraqlarına xidmət edirik. Ona görə də çox çətindir demək ki, insanlar bəzən çaşırlar, deyirlər ki, nəyə görə sən canlı yayınlarını türk dilində edirsən? Axı biz türk millətindənik, biz Oğuz türküyük, biz Kitab-ı Dədə Qorqud dastanını yaratmış, Koroğlu dastanını yaratmış bir xalqıq. Biz Oğuz xanın övladlarıyıq. Şəxsən mən özüm Əfşar boyundanam və özüm Zəngəzur mahalındanam və bizim tarixi Qarabağ xanlığını quranlar Nadir Şahın köklərindən, Nadir Şahın əcdadlarından gəlirəm və bunu mən gizlətmirəm, bunu heç kimdən də gizlətməli deyiləm və xalqıma da həqiqət deməliyəm ki, mənim babalarım, mənim əcdadlarım böyük Əfşar imperiyasını qurublar. Qarabağ xanlığını qurublar. Niyə mən çəkinməliyəm, niyə qorxmalıyam, niyə dövlətimdən nifrət eləməliyəm? Çünki bu dövlətimiz müharibənin qalib gəlib, böyük dövlətlərə qalib gəlib, Rusiyaya qalib gəlib. Çox təəssüf ki, İrana qalib gələ bilməmişik. İrana qalib gəlməməyimizin əsas səbəbi ondadır ki, 50 milyon Azərbaycan türkünün bugün nə məktəbi, nə deyək ki, indi aldığımız məlumata görə güya Pezeşyan istifa verib. Pezeşyan istifa verməli deyil. Birinci növbədə orada 1925-ci ildən hakimiyyəti zəbt eləmiş Fars xalqı hakimiyyətdən çıxmalıdır, hakimiyyətdən getməlidir. Fars etnosu hakimiyyətdən getməlidir və Fars körfəzi adlandırılan Kəngər körfəzindən getməlidirlər. O coğrafiyadan getməlidirlər. Çünki onlar Hindistandan gəlmiş qədim Sasanilər dövlətinin, Əhəmənilər dövlətinin varisləridirlər. Onlar 2-ci Kirin varisləridirlər. Onlar bu coğrafiyaya məhz ingilislərin, rusların köməyi ilə gəliblər. Və çox təəssüflər olsun ki, bugün 50 milyonluq Azərbaycan türkünün, hətta orada yaşayan digər türk tayfalarının heç birinin hüquqları tanınmır. Heç birinin hüquqları tələb edilmir. Pərən-pərən olmuş bir çox dərnəklər var ki, Güney Azərbaycan Milli Oyanış Hərəkatı və yaxud da Güney Azərbaycan Milli İstiqlal Partiyası, Güney Azərbaycan Demokratik Türk Birliyi yaradıblar. Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı Partiyasını yaradıblar. Nəyə lazımdır bu qədər partiyalar? Bu qədər partiyaları yaratmışsınız, bəs nəyə görə siz Tehranda mübarizə aparmırsınız? Təbrizdə mübarizə aparmırsınız, Ərdəbildə mübarizə aparmırsınız. Madam deyirsiniz ki, Pezeşyan demokratdır, niyə ora getmirsiniz? Niyə 50 milyon Azərbaycanlının Traktor Sazer kimi İran İslam Respublikasının ölkə çempionluğunu yaşayan bir Güney Azərbaycanı təmsil edən bir klubu dəstəkləmirsiniz və klubun azarkeşləri ilə görüşmürsünüz? Nədən çəkinirsiniz? Nədən qorxursunuz?
Orada fəaliyyət göstərən Azərbaycan səfirliyi var. Gedin müraciət eləyin. Gedin deyin ki, biz orada yaşamaq istəyirik. Oranın vətəndaşı olmaq istəyirik. Biz orada dövlətimizi işğal ediblər və dövlətimizi qurmaq istəyirik. Bunu istəmək, bunu tələb eləmək cinayətdirmi, dostlar? Biz Türkmənçay müqaviləsinə görə, Gürcistan müqaviləsinə görə bizi bu gün Rusiya Federasiyası deyilən cinayətkar bir dövlətin işğalı altındayıq. Baxın, o Arazın o tayında olan dövləti onlar qurublar. Və bugünkü Şimali Azərbaycan 91-ci ildən bəri müstəqilliyini qoruya bilib. Müstəqilliyini qoruyub saxlaya bilib. Bu da təbii ki 10 milyonun müstəsiz bir müharibədə, xüsusilə 1-ci Qarabağ müharibəsində, 2-ci Qarabağ müharibəsində antiterror əməliyyatında iştirak edənlərin əməyidir. Ona görə də mən çox qəzəbliyəm bu məsələyə ki, nəyə görə bugün Azərbaycan gəncliyi siyasi meydanlarda yoxdur. Bugün bir çox siyasi meydanlarda Nida Vətəndaş Hərəkatı var idi. Onların bugün fəaliyyəti yoxdur. D18 hərəkatı var idi. Demokrat 18 hərəkatı var idi. Və bugün onun sədri Əhməd Məmmədli doğum gününü qeyd edir. Amma azadlıqdan məhrum edilmiş şəraitdə. Bu bizə qarşı, bizim dövlətimizə qarşı edilən ən böyük zərbələrdən biridir. Çünki bizim Azərbaycan gəncliyi şuurlu və Azərbaycan Respublikasını sevən, vətənini sevən, dövlətini sevən, dövlətimizdə yaranan negativ bir nifrətin, dövlət orqanlarımıza yaradılan nifrətin qarşısını almağa çalışırlar. Onlar istəmirlər, bugün abzas mediada olan insanlar istəmirlər ki, prezidentimizin reputasiyasına zərbə vurulsun. Onlar çox vicdanla, ləyaqətlə prezidentimizi müdafiə edirlər. Prezidentimizin şərəf ləyaqətini müdafiə edirlər. Prezidentimizin gördüyü işlərinə çox böyük mənada dəyər verirlər, təqdir edirlər. Çünki onlar bugün azad şəkildə məhkəmə prosesində, məhkəmə iclasında azad ifadələrini verə bilirlərsə, bu cənab prezidentimizin ölkədə yaratmış olduğu azad bir mühitin göstəricisidir. Biz şəxsən məhkəmə prosesində bunun əyani şahidi olduq. Təsəvvür edin ki, onların təşəbbüsündə birinci növbədə Azərbaycanda azad bir cəmiyyət, azad bir ölkə qurmaq, azad bir ölkəyə çevirmək niyyətləri var. Onlar cinayətkar deyirlər. Onlar qaçaqmalçı deyirlər. Onlar vergidən yayınan insanlar deyirlər. Onlar valyuta qaçaqmalçıları deyirlər. Bu ittihamı törədən, bu ittihamı bizə irəli sürən əclaf Vladimir Putin hələ də utanmazcasına bu cinayətləri törədirsə, bu cinayətləri örtbasdır edirsə və bugün dünya xalqlarına müraciət edib utanmazcasına bunu inkar edirsə, bu şərəfsizdir, ləyaqətsizdir və öz kürsüsü naminə, öz kresosu naminə 70 il əsarətdə saxladığı xalqları əzməklə məşğuldur. Xalqları, vətəndaşları əzməklə məşğuldur. Və bunu demək, bunu cəsarətlə demək lazımdır. Bizim hesablarımızı bağlayırlar, bizim səhifələrimizi bağlayırlar, bizim telefonumuzu oğruyurlar. Görün bunlar nə qədər cinayətkar bir Moskvanın paytaxtı olan bir cinayətkar Rusiya dövləti nə qədər görün, nə qədər cinayətlər törədir. 70 il işğalda saxladığı ölkələrdə öz dayaqlarını, öz istinad nöqtələrini yaradırlar. Nə qədər olacaq bu? Nə qədər buna susacaqsınız? Ay müxalifət, özünə müxalifət deyən adamlar, niyə Rus məktəblərinin bağlanmasını tələb eləmirsiniz? Niyə Rusiyanın bu Azərbaycanda əclaf bir Lukoil şirkətinin binasının önünü kəsmirsiniz ki, bunun nə işi var burada? Nə it hazır burada? Və ona görə də mən hesab edirəm ki, demokratiyanı, demokratik şuuru əgər cəmiyyətdə yaratmaq istəyiriksə, mütləq xalqa həqiqəti demək lazımdır. Və mən əlbəttə ki, azad bir insanam, azad bir şuurda, azad bir fikirdə olan insanam. Mənim heç kimdən çəkinəcəyim, heç kimdən asılacağım, kəsiləcəyim heç nə yoxdur. Mən heç kimə tabe deyiləm. Bu dövlətdən başqa, bu vətəndən başqa heç bir yerə tabe deyiləm. Ona görə də bəzi insanlar məni hökumətə xidmət etməkdə ittiham edirlər. Qoy ittiham eləsinlər. Ən az Azərbaycan Respublikasının üçrəngli bayrağının altında mən xidmət edirəm. Və bu ölkənin, bu dövlətin bizim səsimizlə, bizim mandatımızla, bizim verdiyimiz mandatla
səsimizlə mandat alan insanlar, millət vəkillərimiz səslərini çıxarıb mütləq Moskvanın buradakı planlarını darmadağın etməlidir. Bəyanat yaymalıdır ki, nəyə görə Azərbaycan Dövlət Neft Şirkətinin adı ləkələnməlidir? Niyə adı sanksiya siyasına salınmalıdır? Bizim tarixi şəxsiyyətlərin, Dədə Qorqudun, Nizami Gəncəvinin və yaxud da bizim tarixi torpaqlarımızın, Dağlıq Qarabağ ərazilərinin adını daşıyan neft tankerlərimizə sanksiya niyə qoyulmalıdır? Nə ixtiyarla qoyulmalıdır? Və ona görə də biz əlimizdən gələn edəcəyik ki, dövlətimizin müstəqilliyinə, dövlətimizin zəifləməsinə imkan verməyək. Baxın, özünə bloger deyən, demokratiya uğrunda mübarizə aparan, pluralizm uğrunda mübarizə aparan, ölkədə azad cəmiyyət qurulmasını istəyən, demokratik seçkilərin keçirilməsini istəyən, insan haqlarının bərpa olunmasının, siyasi məhbusların azad olmasını istəyən Məhəmməd Mirzəli, Tural Sadıqlı bu günə qədər Lukoil şirkətinin qarşısında aksiya eləməyib. Çünki Rusiya səfirliyi imkan vermir. Rusiya səfirliyi ona məxfi informasiyalar verir ki, Azərbaycan dövlətinin sirlərini, dövlət sirlərini ifşa eləməklə məşğul ol. Və qorxusundan bugün bizim çıxışlarımızdan, bizim canlı yayınlarımızdan qorxduğu üçün bəzi hallarda deyir ki, mən mediamı bağlamaq istəyirəm. Çünki artıq mən görürəm ki, mən Rusiyaya xidmət etməkdən bezmişəm. Yəni bunu bilməyən mi var? Niyə TV Müsavat bunu demir? Niyə TV Müsavat demir ki, Rusiya səfirliyindən təlimat alırlar? Niyə baş prokurorluq onlar barəsində cinayət işi açıb? Və niyə baş prokurorluqdan qaçırlar bunlar? Niyə gəlmirlər Azərbaycana? Və onlar azad ölkələrdə yaşayırlar. Onların istədiyi vaxt Azərbaycana gələ bilərlər. Nə oyunlar çıxarırsınız, nə hoqqadan çıxırsınız. Gəlin də Azərbaycana. Gəlin Azərbaycanda məhkəmə önünə çıxın da. Gəlin deyin ki, biz cinayətkar deyilik. Vəkillə təmin olunacaqsınız. Bizim dəyərli 400-ə yaxın siyasi məhbusların vəkilləri var. Aqil Lahıc və yaxud da digər bizim tanıdığımız, ad çəkə bilmədiyimiz Röşana xanım var və yaxud da Nazim bəy var, Fəxrəddin bəy var, Elçin Sadıqov var. Bunlar bizim demokratiya uğrunda mübarizə aparan təqsirləndirilən şəxslərin vəkilləridir. Gəlin bura, gəlin Qurban Məmmədov, gəlin bura. Ərəsin Oğuzu, gəlin Azərbaycana gəlin. Azərbaycan azad ölkədir, demokratik ölkədir. Gəlin Azərbaycana, gəlin burada məhkəmə önünə. Məhkəmə prosesi keçirildiyi gündə gəlin və gəlin müraciət edin, gəlin Azərbaycanda təslim olun. Gəlin deyin ki, mən Dövlət Təhlükəsizlik Xidmətinin tədrisxanasında yatmağa hazıram. Dövlət Təhlükəsizlik Xidmətində istintaqına iştirak eləməyə hazıram. Və cinayətdən yayınmaq olmaz. Artıq sizin barənizdə cinayət işi açılıb və siz məcbursunuz ki, Azərbaycana gələsiniz. Bu nə deməkdir? Bu Azərbaycan dövlətinə qarşı hörmətsizlik deyilmi? Bu nə anlayışdır? Bu nə düşüncədir? Heç bir demokratik ölkədə belə anlayış yoxdur. Səddam Hüseyin kimi bir terrorçu gəldi, demokratik ölkədə, Amerika Birləşmiş Ştatlarında məhkəmə önünə çıxdı. Miloševiçi Haqa məhkəməsinin önünə çıxartdılar. Abdullah Öcalanı Türkiyə Cumhuriyyətində yargıladılar. Aray Karatunyanı Azərbaycanda hərbi məhkəməsində gəldi, məhkəmə önündədir. Bugün onun məhkəməsi də oldu. Siz nədən əksiksiniz? Siz özünüzü terrorçu hesab etmirsinizsə, gəlin bəyanat verin, gəlin burada məhkəmə önündə. İndi sizin Xətai rayonunda, Binəqədi rayon məhkəməsində sizin barənizdə məhkəmə prosesləri gedir. Niyə gəlmirsiniz? Niyə iştirak eləmirsiniz? Nə hoqqadan çıxırsınız? Nə orada bir şou düzəldirsiniz? Prokuror sizə borçludur. Prokuror sizin barənizdə cinayət işi açıb, vəkil göndərib, siz vəkillə məzələnirsiniz, gişsizsiniz, başınız xərabdır, ruh xəstəsiz siz. Özünüzü gicliyə qoymusunuz. Mən başa düşə bilmirəm. Bu
Siz əgər doğrudan da Fransa işləyirsinizsə, Amerika işləyirsinizsə, Almaniya işləyirsinizsə, Hollandiya işləyirsinizsə, niyə o zaman siz Rusiyanın, dılğır Rusiyanın informasiyalarını Azərbaycana ötürürsünüz? Bambılı çıxıb orada tərxəlliklə məşğulsuz. Və utanmırsınız, yerə girmirsinizmi? Dövlətimizin bayrağını, dövlətimizin xalq tərəfindən 10 milyon vətəndaşın seçdiyi, istəsəniz də, istəməsəniz də İlham Əliyev xalq seçib. Xalq artıq ona o səlahiyyəti verib. Və 92%, əhalinin 92%-i səs verib. Siz nə durub bambılı cəfəng şeylər danışırsınız? Deyirsiniz ki, seçkilər saxtalaşdırılıb, seçkilər saxtakarlıqla keçirilib. Nəyə görə o zaman siz bu barədə Dövlət Təhlükəsizlik Xidmətinə, Daxili İşlər Nazirliyinə müraciət etmədiniz? Hörmətli Cəmil bəy, hörmətli İsa bəy, niyə müraciət etmədiniz? Tərəfdarlarınız niyə müraciət etmədi? Baş nazir İlham Əliyev idi də. Gedərdiniz İlham Əliyevin qəbuluna, Nazirlər Kabinetinə danışıqlar aparardınız. Deyərdiniz ki, biz seçkilərdə qalib gəlmişik. Sənə qalib gəlmişik, gəl koalisyon hökumət quraq. Mən sizə əminliklə deyirəm ki, İlham Əliyev buna %100 razılaşar. Çünki İlham Əliyev özü də parlamentdə təmsil edib, özü də parlamentdə millət vəkilliyini edib. Çünki Avropa Şurasında Azərbaycanı çox yüksək səviyyədə təmsil edib, Xocalının ədalət kampaniyasını həyata keçirib. Azərbaycanda şəffaf bir Heydər Əliyev fondunun yaradılması ilə bağlı sərəncam verib. Prezidentin ehtiyat fondundan böyük mənada maliyyə ayıraraq Azərbaycanda böyük xeyriyyətçilik və humanitar sahələrdə Muğamın təbliğində Azərbaycanda Şuşamızda keçirilən Xarı Bülbül Festivalında və Vaqif Poeziya günlərinin keçirilməsində təkcə Mədəniyyət Nazirliyi yox, həm də Heydər Əliyev fondunun böyük sərmayələr olub. Bir çox şəhid ailələrinin mənzillərlə təmin edilməsi və böyük qayıdış planı əsasında ağıllı kənd layihəsinin keçirilməsi, Dağlıq Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsi tam şəffaf və hesabatlı şəraitdə Heydər Əliyev fondu vergilər Dövlət Vergi Xidmətinə dəfələrlə hesabatlar verib. İndi bu mətbuata çıxmırsa, təbii ki, biz bilirik ki, dövlət sirlərimiz var, hərbi sirlərimiz var. Bu informasiyalar iqtisadi sirlərdir və kommersiya sirləridir və bu kommersiya sirləri təbii ki, özəl bir fonddur və bu Heydər fondunun təbii ki, Soros fondu ilə də, deyək ki, Açıq Cəmiyyət İnstitutu ilə də, digər dünyanın demokratik ölkələrinin fondları ilə də əməkdaşlıq edir. Dünya Valyuta Fondu ilə də əməkdaşlıq edir və əlbəttə Heydər fondu çox şəffafdır. Heydər fondunun gördüyü işləri hamıya bəllidir. Milyardlarla manat məbləğində xaricdə yaşayan bizim iş adamlarımıza kömək eləyir. Və prezidentimizin şəxsi təyyarəsi ilə bir çox demokratik ölkələrin, İsveçrənin və digər ölkələrin 6-ya yaxın prezidentimizə məxsus təhlükəsizlik səbəbindən təyyarələr var və bilirsiniz ki, Silkway şirkəti Heydər fondunun maliyyə dəstəyi ilə ölkəmizin vitse-prezidentinin şəxsi təyyarəsidir və bu şəxsi təyyarə ilə dünyaya uçuşlar gerçəkləşir. Vitse-prezident də əlbəttə prezident qədər eyni hüquqa malikdir. Bilirsiniz ki, vitse-prezidentimiz də fövqəladə iclaslar keçirir və bir çox nazirlərin, bir çox icra hakimiyyətlərinin təyin olunması ilə bağlı tövsiyələri ölkə prezidentimizə məruzə eləyir, çatdırır. Və əlbəttə ki, ailəvi bir bağlılıqla əlavə həm də dövlətin vəzifəli şəxsləridir və əlbəttə ki, 2017-ci ilin fevral ayında cənab prezidentimizin keçirilən Təhlükəsizlik Şurasının iclasında ölkəmizin millət vəkili, Fransa-Azərbaycan Dostluq Qrupunun rəhbəri, UNESCO-nun İSS qonaqlıq məramlı səfiri Mehriban xanım Əliyevanın ölkənin vitse-prezidenti təyin edilməsi haqqında sərəncam imzalamışdı. Və mən düşünürəm ki, dostlar, canlı yayınlarda bəzi hallarda insanlar deyirlər ki, sən üzdən oxuyursan. Mən üzdən oxumuram. Mənim yaddaşımda o qalıb ki,
biz uzun zaman, uzun saatlərlə canlı yayımlar edək ki, insanlar ayılsınlar. İnsanlar bizim canlı yayımımızı izləyən 200-ə yaxın və yaxud da milyonlarla insanlar bilsinlər ki, biz fəaliyyətimizi şəffaf qururuq. Biz ümumiyyətlə mətbuata daha çox belə deyək, diqqət çəkən, mətbuatda daha çox insanların diqqətini çəkən hadisələrdə, proseslərdə iştirak eləmək istəyirik. Çünki bizim bilirsiniz ki, cənab prezidentimiz 2025-ci ili konstitusiya və suverenlik ili elan edib. Bilirik ki, konstitusiyamıza görə hakimiyyət bölgüsü icra edici, qanunverici və məhkəmə hakimiyyətidir və 4-cü hakimiyyət də təbii ki, bizlərik, mətbuatıq. Və bizim də borcumuz odur ki, məhkəmə proseslərini izləmək və məhkəmə proseslərində nələr baş verir və tanınan populyar insanlar, şərəfli insanlar, günahsız insanların məhkəmə proseslərini izləmək və proseslərdə bir vətəndaş olaraq vətəndaş barışığının, vətəndaş məsuliyyətinin yaranmasına çalışaq. Bilirsiniz ki, bugün həm də təhsil üzrə ekspert Kamran Əsədlinin məhkəmə prosesi olub və məhkəmə prosesini bizim hörmətli dövlət televiziyamız, ictimai televiziya bu informasiyanı yayıb və yer gəlmişdən onu deyim ki, Kamran Əsədov Gəncə şəhərində keçirilən deməli buraxılış imtahanında Dövlət İmtahan Mərkəzindən belə deyək də icazəsiz və onun razılığı olmadan, Elm Təhsil Nazirliyinin razılığı olmadan gizli şəkildə abituriyentlərə kömək etmək məqsədi ilə, yəni bir növ saxtakarlıq etmək üçün xüsusi cihazlar yerləşdirib və imtahan prosesini pozmağa çalışıb və sağ olsun bizim hörmətli Dövlət İmtahan Mərkəzinin sədri Mələkə Abbaszadə və bizim hörmətli nazirimiz Emin Əmrullayev bunu aşkarlayıb və bunu təbii ki, bu informasiyanı Dövlət Təhlükəsizlik Xidmətinin rəisi hörmətli Əli Nağıyev cənabları və hörmətli nazirimiz, Daxili İşlər nazirimiz Vilayət Eyvazovdan alınan informasiya əsasında bu məlumat əldə edilib və mən bir daha qeyd etmək istəyirəm ki, bu məsələ çox ciddidir və biz bu məsələnin ciddiliyini mütləq dərk eləməliyik. Bu, bilirsiniz ki, bizim ölməz prezidentimiz ölkəmizdə ilk dəfə demokratik seçkilərlə prezident seçilmiş Əbülfəz Elçi bəyin, bilirsiniz ki, bu yaxınlarda onun Şah İsmayıl Xətainin, böyük sərkərdəmiz, böyük dövlətimizin qurucusu, böyük öndərimiz Şah İsmayıl Xətainin nəslindən olan, bilirsiniz ki, Şeyx Səfiyyəddin nəslindən olan Şeyx Heydərin yaxın qohumu olduğu üzə çıxdı və bu böyük bir şərəfin, böyük bir ləyaqətin təcəssümüdür. Çünki Milli Azadlıq Hərəkatının yaranmasında, Azərbaycan Xalq Cəbhəsi Partiyasının yaranmasında böyük xidmətlər göstərib. Çox təəssüflər olsun ki, bugün Əli Kərimli Ramiz Mehdiyevin müəyyənləşdirdiyi siyahı üzrə onun dövlət çevrilişində cəhdə ittiham olunur və o Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında 2 aylı 15 günlük Səbaha rayon məhkəməsinin qərarı ilə bu gün də bilirsiniz ki, apellyasiya məhkəməsi baş tutdu və məhkəmə prosesində onun yaxın silahdaşları və əlbəttə ki, məhkəmə qapalı şəraitdə keçirildi və məhkəmə yenə də qüvvədə saxladı və çox təəssüf ki, bugün bizim dövlət katibimiz olmuş və bizim millət vəkilimiz olmuş Əli Kərimli təbii ki, deputat mandatı olmadığı üçün və dövlət vəzifəsi olmadığı üçün toxunulmazlıqların qaldırılması və özünü ana müxalifət lideri kimi təqsirli bilmir və alınan bizə verilən məlumata görə ümumiyyətlə bunun əsassız olduğunu və bu informasiyanın Ramiz Mehdiyev tərəfindən uydurulduğu hamımıza bəllidir. Ramiz Mehdiyev bütün mətbuat orqanlarına, xüsusilə Azərbaycanın özəl mətbuatına, TV Musavata və Qafqaz Infoya bu informasiyanı yayıb. Ramiz Mehdiyev prezidentin Təhlükəsizlik Şurasının üzvüdür, hələ də dövlət vəzifəsindədir və buna baxmayaraq Dövlət Təhlükəsizlik Xidməti onun barəsində ən ağır ittihamlarla onu ev dustaqlığına
ev dustaqlığında saxlayır və o ölkə xaricinə getmək məhdudiyyəti var və ölkənin çıxışına qadağa qoyulub və bilirsiniz ki, onun köməkçisi də həbs olunub və onun yaxın, belə deyək, Teymur Mehdiyev də bilirsiniz ki, Fövqəladə Hallar Nazirinin müavini olaraq və tutduğu vəzifədən azad olunub və dövlət təbii ki, qanun qarşısında hər birini bərabər tutur və vəzifəsindən asılı olmayaraq hər bir şəxs prezidentin göstərişini, əmrini yerinə yetirməlidir. Prezidentin əmri odur ki, vətəndaşlar incidilməməlidir, vətəndaşın seçki hüququ tapdalanmamalıdır, vətəndaşın insan haqları pozulmamalıdır. Belə hallar baş verir və belə hallara görə prezident həmin şəxslərə töhmət və xəbərdarlıq edir və lazım olanda vəzifədən azad edir. Ona görə də mən dostlar, tam xüsusi qeyd edeyim ki, bizim təşkilatımız yaşayacaq və bizim təşkilatımız var olduqca bizim dövlətimizi işğal etmək istəyən, hansısa xarici xüsusi xidmət orqanlarına işləyən cəsusların ifşa olunması, onların tutduğu vəzifələrdən azad olunması baş verəcək. Və bugün təbii ki, Rusiya Federasiyasının Azərbaycandakı səfiri tutulmalıdır, həbs olunmalıdır. Çünki mənim telefonumu oğurlayıb, mənim telefon nömrəm 051-582-2700 nömrəm deaktiv olunub və mənim telefon nömrəm, mənim WhatsApp nömrəm deaktiv olunub. Hələ də telefon nömrəm Xiaomi telefonum və onu mən xüsusi qeyd edeyim. Yerə gəlmişəm, mən həmin telefonun markasını da sizə çatdırmaq istəyirəm. Deməli, mənim telefonun markasını burada mənim e-mail adresimdə var və o telefonun mən markasını sizə çatdırmaq istəyirəm və aidiyyəti orqanlardan xahiş edirəm ki, Rusiyanın Azərbaycandakı səfirinə mütləq telefonumun mənə qaytarılmasını həll etsin və mən düşünürəm ki, bunun baş verməsi əlbəttə xuliqanlıqdır, vəhşilikdir və mən deməli, telefonumuzun markasını mən sizə çatdıracam. Dəqiqə gəlmişəm. Dəqiqə. Deməli dostlar, bu mənim 2 Elxas Ata səhifəmdə, deməli bu deməli mən həmin nömrə ilə, deməli Facebook vasitəsilə, daha doğrusu bilgisayar vasitəsilə və təbii ki, bu telefon vasitəsilə canlı yayımı mən başqa nömrə ilə və bir yaxın tərəfindən istifadə edirəm və 2700 nömrəsi deyil və həmin deməli telefonun markasını mən açıqlayacağam, yer gəlmişəm. Onun mən e-mail adresində görmüşdüm. Bir dəqiqə dostlar, onu açıqlayacağım, dəqiqə.
Mən həmin mesajı düz uzun müddətdir deməli baxmıram, amma mən mesajı tapa bilmədim. Çox təəssüf ki. Deməli dostlar, deməli həmin telefon Xiaomi telefonudur və həmin telefon deməli dostlar 27.0 nömrəsini olan telefon deməli. Aha, dostlar, tapdım. Samsung deməli J3 telefonu var idi və o sonradan biz yeni telefon almışdıq. Deməli Xiaomi telefonun indi mən həmin dostlar deməli bu telefon mən hardasa markasını mən sizə açıqlayayım. Deməli dostlar, bu bilmirəm e-mailimə hansı deməli bu mənim bu təzə bu mesajlara baxın. İstəyirəm bu mesajları. Aha dostlar, deməli tapdım mən. Samsung deməli Xiaomi 250 78R A3EY markalı telefondur və SDK 35 nömrədir markadır və 4-cü deməli 12.1.1 62.112 Store adlı telefondur və bu telefonun mütləq kim tərəfindən, hansı dələduz tərəfindən, Rusiya vətəndaşı tərəfindən törədilməsi ilə bağlı biz bunu Interpola da yəqin ki axtarışa verəcəyik, həmin şəxsin kim olduğunu. Çünki Rusiya səfirliyində çalışan bir əməkdaşının törətdiyini düşünürük və son illər bizim Rusiyaya qarşı apardığımız mübarizə, xüsusilə Ukraynaya verdiyimiz dəstək, Ukraynaya bağlı canlı yayımlarımız və xüsusilə Slava Ukrayna ilə bağlı paylaşımlarımızdan çox ciddi narahat olublar və xüsusilə biz bir çox paylaşımlarımızda Rusiya Federasiyası 66-cı alay yazırıq, Ermənistan Respublikası yazmırıq və bunlar da onların xoşuna gəlməyən bir məsələdir. Ən azından bu telefon markasını sizə açıqladıq. Həmin mən sizə həmin markanın şəklini sizə göndərəcəm. İndi şəklini göstərəcəm sizə. Dostlar. Deməli dostlar, bax bu telefon markasıdır. Gördüyünüz kimi. Deməli orada dostlar, bütün informasiyalar və bütün orada olan videolar və mesajlar hamısı təbii ki silinib. Ona görə də bilirsiniz, bu məsələ çox ciddidir və mən hesab edirəm ki, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarımız və xüsusi xidmət orqanlarımız mütləq tədbir görəcək və buradan mən Dövlət Təhlükəsizlik Xidmətinə, Daxili İşlər Nazirliyinə və o cümlədən Xarici Kəşfiyyat Xidmətinə müraciət edirəm və mütləq Rusiya səfirini geri çağırmaq və ona töhmət vermək və onun bu quldur hərəkətinə görə xəbərdarlıq edilməsini tələb edirəm və tələb edirəm ki, mütləq
Lukoil şirkətinin Azərbaycanda benzin dondurma məntəqəsi dayandırılmalıdır. VTB Bank Azərbaycanda fəaliyyətini dayandırmalıdır. Rusiya Mədəniyyət Mərkəzi fəaliyyətini dayandırmalıdır. 346 bütün rus məktəbləri bağlanmalıdır. Sechenov və Lomonosov adına Azərbaycanın Bakı filialı hamısı dayandırılmalıdır ki, və Baku TV-nin rəsmi şəkildə Rusiya dilində yayıma dayandırılmalıdır. Burada audiovizual şuranın da üzərinə böyük məsuliyyət düşür və onlar bu qərarı verməlidirlər. Mütləq məhdudiyyət qoyulmalıdır rus dilinə. Çünki Azərbaycanın inkişafına mane olan, Azərbaycanın dövlətçiliyinə mane olan dövlətdir, Rusiya dövlətidir və yadınızda saxlayın ki, hansı dildə danışırsansa, o ölkənin cəsusu və ölkənin kəşfiyyatçısısan. Mən hesab edirəm ki, öz dilimizdə danışmaq, öz ana dilimizdə danışmaq daha yaxşıdır. Ümumiyyətlə, bəzən buna, belə deyək, təlxəcəsinə, bambılıcasına, buna parazit ifadələr səsləndirirlər. Bu yanlış bir şeydir. Ümumiyyətlə, bu bəhanədir. İstəyən insan öz dilində səlis danışmalıdır, səlis danışmağı bacarmalıdır. Bunun üçün təbii ki, mütaliə eləmək lazımdır. Mütləq mənada dilimizi zənginləşdirən sözlər olmalıdır. Bizim yeni sözlərimiz var, süfrəçi və yaxud da deyək ki, başqa sözlər var. Bir daha hər birinizə təşəkkür edirəm. Canlı yayımızı izləyin, paylaşın. Bir daha qeyd etmək istəyirəm ki, biz hər bir şeyi həqiqəti, obyektiv, dəqiq qərəzsiz bildiririk və hesab edirəm ki, bizim canlı yayımlarımızı da yəqin ki, nazirliyimiz izləyir və həqiqətləri bu cür görür və biz heç bir halda nazirliyimizdən narazılığımız yoxdur. Onlar sağ olsunlar bizə bizim təhlükəsizliyimizi, bizim asayişimizi qoruyurlar, bizim hüquqlarımızı qoruyurlar. Biz hətta vaxtilə Narmobile şirkətində işləyən bir mağazada işləyən bir müdür Azərbaycan Respublikasının dövlət bayrağını hörmətsizlik etdiyinə görə bizi məhkəmə vermişdi və Nəsimi rayon məhkəməsi bizim barəmizdə təqsirləndirilməyən şəxs qismində bizə bəraət hökmü verdi və biz hətta cinayət məsuliyyətinə cəlb olunmadıq. Əksinə bizim Nəsimi rayon polis idarəsi sağ olsun bizi vəkillə təmin elədi pulsuz şəraitdə və biz məhkəmə prosesində qələbə ilə məhkəməni utduq və bizim hüquqlarımızı heç kim tapdalaya bilməz və bizim hüquqlarımızı tapdalamaq istəyənlərin basıb gözünü də çıxaracaq. Heç kimə də biz mərhəmət etməyəcək. Vətənimizə, dövlətimizə xəyanət edənləri heç bir zaman bağışlamayacaq. Bir daha hər bizə təşəkkür edirəm. Canlı yayımımızı paylaşın, izləyin və biz bunu YouTube kanalında da paylaşacaq. Və bir şey də deyim ki, dostlar, əslində Daxili İşlər Nazirliyinin rəsmi mətbuat xidmətində, məsələn, deyək ki, dövlət protokoluna uyğun bir başlıqlar yazırlar. Məsələn, yazırlar ki, gücləndirilmiş iş rejimi ilə çalışır və əlbəttə biz nəyə görürüksə onu yazırıq. Və biz mətbuatın da vəzifəsi odur ki, obyektiv, dəqiq, qərəzsiz olsun, pluralist olsun və dövlətin təbii ki, 4-cü hakimiyyətidir. Bu dövləti quran elə Rəsulzadənin özü peşə etika kodeksi baxımından jurnalist olub və uzun illər Azərbaycan istiqlaliyyəti üçün mətbuat xidməti göstərib. Bizim hörmətli təşkilatımızın qurucusu Əhməd Ağoğlu da Türkiyə Cumhuriyyətinin mətbuat xidmətinin, parlamentinin mətbuat xidmətinin, siyasi partiyanın mətbuat xidmətinə rəhbərlik edib. O cümlədən bizim Yazıçılar Birliyində bizim hörmətli Rəşad Məcid Azərbaycanın Mətbuat Şurasının sədridir. Və bilirsiniz ki, Azərbaycanın Mətbuat Şurasına sədrlik etmiş Əfləttin Amaşov bizim qanunvericilik orqanında təmsil edib. O cümlədən bizim Azərbaycanın Ədəbiyyat Yazıçılar Birliyinin rəsmi mətbuat orqanı olan Ədalət qəzetinin baş redaktoru da bilirsiniz ki, millət vəkilimiz Aqil Abbasdır və Aqil Abbas özü də parlamentimizdə qanunvericilik orqanında şərəflə təmsil edir və Ağdam şəhərini təmsil edir. Mən buradan Aqil Abbas cənablarına da salamlarımı bildirirəm. Bütün millət vəkillərimizə, 125 millət vəkilimizin hər birinə salamlarımı bildirirəm. Onları siyasi fəaliyyətində
uğurlar arzulayıram və inanıram ki, onlar Azərbaycanda seçicilərin bütün problemlərini həll edəcəklər. O cümlədən Azərbaycanda böyük mənada uğurlu bir dövlət büdcəmiz və bilirsiniz ki, bizim dövlət büdcəmiz vergilər hesabına və cərimələr hesabına formalaşır. Çünki çox təəssüflər olsun ki, vətəndaşlarımız qanun pozuntularına, rüşvətxorluğa, korrupsiya hallarına, seçki saxtakarlıqlarına yol verir. Çox təəssüf. Mən yol hərəkəti qaydalarını pozan piyadalar, sürücülər biabır eləyirəm. Onları deyirəm ki, eləməyin bunu. Nə qədər cərmələnərsiniz? Yəni, bezmirsiniz cərmələnməyə. Bilirsiniz, mənim onlara həmişə yazığım gəlir. Onlar həm də vergi ödəyicilərdirlər. Bugün dövlət orqanlarında, dövlət qulluğunda çalışan çox sayda bizim vətəndaşlarımız var. Nazirliklərdə çalışırlar, dövlət qulluğu haqqında qanuna görə onlar bugün hansısa sektor müdürüdülər, hamısı şöbə müdürüdülər. Və mən onlara vəzifəli şəxs hesab eləmirəm. Onlar adi vətəndaşdırlar. Məsələn, vəzifəli şəxs deyəndə təbii ki, nazirlər, icra başçıları nəzərdə tutulur, dövlət komitələri nəzərdə tutulur, agentliklər nəzərdə tutulur. Mən bir daha qeyd etmək istəyirəm, dostlar. Biz fəaliyyətimizi davam etdirəcəyik və bizim fəaliyyətimiz şəffafdır və heç bir xarici kəşfiyyata bağlı deyil. Baxın, bizim informasiyalarımızda məsələn deyirlər ki, rus dilində nəyə görə siz futbol xəbərləri paylaşırsınız. Bilirsiniz, biz əlbəttə futbol xəbərləri paylaşırıq. Biz heç bir siyasi xəbərləri rus dilində paylaşmırıq. Çünki siyasi mənada biz onlara düşmənik. Bizim siyasi dünya görüşümüz onlara yaddır. Bizim müstəqil dövlət olmamız onların maraqlarına uyğun deyil. Siz baxın, bugün Rus silahlı qüvvələrində işğalçı siyasət yürüdən, işğalçılığa xidmət edən bir çox antimilli ünsürlərimiz və bir çox vətən xainlərimiz var. Onlar hətta torpağa tapşırılmırlar. Onlar güllələnib, şanlı Ukrayna ordusu tərəfindən güllələniblər. Niyə görə Azərbaycan mətbuatı bunların güllələnməsini yazmırlar? Bunlar güllələniblər. Ləyaqətsizliklər etdiklərinə görə, başqa ölkənin torpağına göz tikdiklərinə görə. Bəli, Azərbaycan vətəndaşı gedib Rusiya vətəndaşlığına keçirsə, o əclafdır, o şərəfsizdir, ləyaqətsizdir, o binamusdur. O dövləti sevməyən, dövlətimizin bayrağını qəbul etməyən ləyaqətsizdir. O gedib başqasının torpağının işğal olunmasında iştirak edirsə və ləyaqətsizcəsinə ölürsə, ona şəhid düşmür. Və mən çox təəssüflə qeyd edirəm ki, mən WhatsApp qrupunda, xüsusilə mən yeni nömrəmlə WhatsApp qrupunda, ABA Media qrupunda bir nəfər şəxsin Rusiyada yaşayan bir vətən xaininin cənab prezidentimizə və onun ailəsinə qarşı böhtan yağdırmağı bəs deyil və utanmaz öz yaxın qohumunu göndərib Rusiya qoşunlarına, Rus ordusuna və bu adamı ifşa elədim. Dedim, bu yaramazlığı utanmadan sən paylaşırsan. Utanmadan deyirsən ki, mən demokratiya istəyirəm. Və bilirsiniz, bu Qurban Məmmədov özü Cəmilə sənin ünvanına, Əli Kərimin ünvanına nə qədər böhtanlar yağdırıb. Milli Şuranın ünvanına, bizim müxalifət liderlərimizin, şərəfli müxalifət liderlərimizin, parlamentin üzvlərinin ünvanına, nazirlərimizin ünvanına, icra hakimiyyətinin sədrlərinin ünvanına, prezidentimizin ünvanına, vitse-prezidentimizin ünvanına nə qədər böhtan yağdırıb. Hələ prokurorluq onun barəsində cinayət iş açıb, amma vəkil də göndərib, utanmaz bu adam efirində təlxəyli eləyir, bambıllıq eləyir, durub efirində, hətta bizi efirə çağırmışdı. Biz buna deyirik ki, Mütəllibov xainin, satqının yekəsidir, Azərbaycanı qoyub qaçan bir prezidentdir və Moskvaya gizlənmişdi və gedib bizim
Dağlıq Qarabağ ərazimizi, Xocalı faciəsi törədiləndə, Xankəndi işğal olunanda, Qarakənddə vertolyotumuz vurulanda bunların üstünü ört-bastır elədi. Bizim xalq cəbhəsinin batalyonlarını güllələdi. Bəli, Daşaltı əməliyyatının, Kərkicahan əməliyyatının uğursuzluğunun da səbəbkarı Mütəllibov hakimiyyəti idi. Mütəllibovun komandası idi. Yaqub Məmmədov özü Mütəllibov komandasında yer almış bir həkim idi. Heç hüquqşünas da değildi. Və ona görə də istifa verməyə məcbur oldu. Baxın, 15 mayda Azərbaycan Xalq Cəbhəsinin silahlı qüvvələri hakimiyyəti çevriliş yolu ilə və məxməri inqilabla, demokratik tələblə, vətəndaşlarımızın tələbi ilə, çağırışı ilə hakimiyyəti tam nəzarətə götürdü. Mustafa Kemal Atatürk kimi tam hərbi komendant rejiminin, fövqəladə bir rejim, müharibə şəraitində o ölkədə fövqəladə rejim qurulmalıydı. Və qısa vaxt ərzində Azərbaycanda demokratik seçkilərin keçirilməsinə nail oldu. Azərbaycanda sağlam bir, şəffaf bir hakimiyyət formalaşdı. Rüşvət almayan bir hakimiyyət formalaşdırıldı. Və cənab prezidentimiz də bugün əlindən gələn edir ki, öz komandasında bir nəfər də olsun rüşvət almasın. Bir nəfər də olsun rüşvət xor olmasın. Bəli, bunun üçün çalışır. Sözə baxmayan, sözə qulaq asmayan, onun əmrini yerinə yetirməyən adamlar tutur basır içəri və onların vəzifədən azad edir. Və heç kimə güzəşti yoxdur bugünə. Mən hesab edirəm ki, nə rəqsanəyə, nə o birilərinə heç kimə güzəşti olmamalıdır. Elçibəy hakimiyyətinə xəyanət edənlərə heç kiminə Heydər Əliyev güzəşt edəmədi. Nə Rəhim Qaziyevə, nə Əlikram Hümbətova, nə Sürət Hüseynova. Bunlar hamısı Azərbaycan dövlətinə xəyanət etmiş adamlardılar. Mən sual verirəm, Qurban Məmmədov, sən İngiltərədə oturmuşsan, İngiltərə kimi demokratik ölkədə yaşayırsan və özün də bir xalq parlamenti yaratmışsan, nə Ədliyyə Nazirliyimizin rəsmi qeydiyyatı var, nə də ki o parlament bizim demokratik ölkələrin yaratmış olduğu Avropa Şurası tərəfindən, Avropa İttifaqı tərəfindən, NATO'nun parlament asambleyası tərəfindən tanınmayıb. Nə orada oturub bambılı günahsız insanları, ləyaqətli insanları parlamentdən qovursan və Tural Sadıqlı kimi və yaxud da Teymur Eminbəyli kimi ləyaqətli insanları parlamentdən qovursan və özünün bir sədr seçmişsən, Xatirə Cəbrayilova Rusiyada yaşayır. Bu nətər Rusiyada yaşayır mən bilmirəm. Və nətər olur ki bu adam parlamentin sədri olur və nətər olur ki İran Fars Molla rejiminə xidmət edən bir Abid Qəfarov, bizim qazilərimizi təhqir eləyən, qazilərimizə təhqiramiz ifadələr səsləndirən bir adam həmsədr olur. Və gedir Almaniyaya, Almaniyada bir İran deməli, Fars Molla rejiminin əlaltılarla işləyir. İran səfirliyi ilə işləyir. Qurban Məmmədov Rusiya səfirliyi ilə işləyir. Onunla Mədət Quliyevlə, nə o birilərlə heç bir əlaqəsi yoxdur. Azərbaycan hökumətinin heç bir əlaqəsi yoxdur. Mən tam məsuliyyətlə deyirəm. Və yalnız Milli Fədai Hərəkatı bunu səmimi deyir. Qurban Məmmədovun heç bir Azərbaycanın dövlət orqanları ilə, nə Dövlət Təhlükəsizlik Xidməti ilə, nə Milli Təhlükəsizlik Nazirliyi ilə heç birinin əlaqəsi yoxdur. Və boş-boş cəfəng olaraq danışır və Kapital Bankda bir çox insanların qeyri-qanuni olaraq hesablarını dondurur və onları bədbəxt eləyir, onların cinayətkar vəziyyətə salır. Və o bilirsiniz, Kapital Bank özəl bankdır. Və Kapital Bankda sıravi vətəndaşlarımız Qurban Məmmədovun bank hesabına pul köçürməməlidirlər. Çünki bu qeyri-qanunidir. Onun bank hesabı qeyri-qanunidir. O gedib Rusiyanın deməli işğalçı bir ölkənin gedib
ölkəsində bir hesab açır. Bu bir abırçılıqdır. Bilirsiniz, bu böyük bir rəzillikdir. Mən ümumiyyətlə bu ağılsızlıqdır, bu axmaqlıqdır. Ümumiyyətlə onun efirinə baxan insanlar ən axmaq, ən ağılsız adamlardırlar və ona zəng eləyən adamlara baxıram, savad yox, intellekt yox, demokratiya anlayışı yox, təlxə, küçədə böyümüş, heç bir siyasi təcrübəsi olmayan təlxəyləri yığıb efirinə və özündən hoqqa çıxarır. Sən kimsən ki prokuroru, sən kimsən hərbi prokuroru Xanlar Vəliyev haqqında dil uzadasan? Və bilirsiniz, Xanlar Vəliyevi nədəsə ittiham eləmək və bizim prokurorumuz Kamran Əliyevi ittiham eləmək, elə prezidentimizi ittiham eləməkdir. Və sən prezidentdən ağıllı ola bilməzsən ki, yəni prezident lazım bilsə bu məsələ ilə bağlı münasibət bildirər və Kamran Əliyevi iş otağına çağırar və hansı bir xəbərdarlıq elə. Nə bilirsən ki, xəbərdarlıq etməyib? Nə bilirsən Tərtər işi ilə bağlı ona xəbərdarlıq etməyib? Bir çoxları amnistiyaya düşdülər. Mən bir daha demək istəyirəm. Qurban Məhəmmədov bizi efirə çıxarmır. Nə bilim, o biriləri bizi blogerlər heç biri efirə çıxarmır. Deməli, bunlar özləri boyunlarına götürürlər ki, prokurorun verdiyi qərar doğrudur. Bunlar özləri boynunu alırlar. Manaf Cəlilzadə özü də boynunu alır ki, mən cinayətkaram. Və bilirsiniz, özünə hörmət eləyən adam döyülməməlidir. Yəni, məsələn, Allah rəhmət eləsin Vidadi İskəndərli, ən ləyaqətli insan idi. Vidadi İskəndərlinin ləyaqəti ondaydı ki, bu insan uzun müddət hüquq müdafiəçisi olub. Azərbaycanda insan haqlarının qorunması üçün və insan haqlarının belə deyək, dünyada pozulmasının qarşısını almaq üçün bir çox bizim təqsirlənilən şəxslərin, günahsız insanların hüquqları müdafiə edib. Və Vidadi İskəndərli çox şərəfli, ləyaqətli bir insan. Həm də ona görədir ki, bizim qardaş Ukrayna xalqının yanında olub. Ləyaqətsiz Narışkin onu öldürtdürüb və öz bandit dəstələri ilə, quldur dəstələri ilə onu Fransada öldürtdürüb. Çünki çox təəssüf ki, Emmanuel Macron belə Rusiyaya xidmət edən casus şəbəkələrini, özü də bilirsiniz də, Macron özü sosialistdir. Və ona səs verən bir çox Rus əsilli iş adamları var. Fransada yaşayırlar və Rusiya Putin hakimiyyətindən narazı insanlar var. Onun səsi ilə gəlib prezident olub və ona görə Fransa Azərbaycan əleyhinə qətnamələr, senat qətnamələr qəbul edib, qondarma Dağlıq Qarabağ Respublikasını tanıyıb. Bilirsiniz, bugün Rusiyanın böyük diasporası Fransada da at oynadır və Macronu dəstəkləyir. Macronun hakimiyyətdə qalmasını çalışır. Macronla Putin arasında çox uzun müddətli bir görüşlər olub, uzun müddətli danışıqlar olub. Fransanın Total şirkəti ilə Rusiyanın Lukoil şirkəti arasında gizli bir neft, qaz nəqilləri olub. Və Rusiya-Gürcüstan müharibəsi zamanı da Fransa ilə Rusiya arasında ticari əlaqələr olub. Tarixi baxımdan Fransa ilə Rusiya arasında, Napolyon, Piotr arasında yaxın dostluqlar olub. Ona görə də Fransa ilə Rusiya birləşərək Azərbaycanda Qacar hakimiyyətini yıxıblar. Ona görə də dostlar, mən çox vaxtınızı almaq istəmirəm və çox vaxtınızı bu məsələyə həsr eləmək istəmirəm. Amma bir daha qeyd etmək istəyirəm ki, mən nə var hamısını danışdım. Və mənim izlədəcəyim və qorxacağım heç nə yoxdur. Və biz nazirliyimizə də narazılığımız yoxdur. Bizim Azərbaycanda bütün nazirliklərimizdən narazılığımız yoxdur. Biz hər birindən razıyıq və onların fəaliyyətini yüksək qiymətləndiririk. Bizim prezidentimiz də məsələyə onlara çox yüksək peşəkarlıq, yüksək vəzifə məsuliyyətini dərk eləyən insanlardır və onlar bugün vəzifədə qalıblarsa, onların bu qədər dövlətə və vətənə bu qədər bağlılıqlarını göstərməsinin nəticəsidir. Kimlər vəzifədən azad olunur, kimlər həbs olunursa, bilin ki, onlar doğrudan da vətənimizə, dövlətimizə, xalqımıza xəyanət edən insanlardırlar. Və
Bugün mən yer gəlmişə 22-sində, 23-də və digər təqsirləndirilən şəxslərin məhkəmələrində olacağım. İnşallah Meydan TV-nin və Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun 3-cü Respublika platformasının və digər məhkəmə proseslərində iştirak edəcəm və bizim ölkəmizdə demokratiya, pluralizm bəxş eləmək istəyən, azadlıqdan məhrum olunan günahsız insanların hüquqların müdafiəsi üçün də əlimdən gələni edəcəm və əlbəttə ki, mən media dəstəyi verə bilərəm, media dəstəyi verməyə çalışıram. Bizim rəsmi Azad Kir səhifəmiz fəaliyyət göstərir və biz bu səhifə vasitəsilə izləyiciləri informasiya dəstəyi verir və informasiya veririk. Və Azad Kir səhifəsi müstəqil və heç bir xarici ölkəyə bağlı deyil, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərir və bizim səhifəmiz onlayn şəraitdə fəaliyyət göstərir. Bizim nə ofisimiz var, nə hər hansı bir rəsmi əlaqə telefonumuz var və biz tam olaraq bir növ difai təşkilatının, bir növ dövlət təhlükəsizlik xidmətinin dəstək xəttinə uyğun fəaliyyət göstərir və bizim Azad Kir səhifəmiz deaktiv oluna bilmir. Çünki bunu deaktiv etmək üçün heç bir əllərində hüquqi əsas yoxdur. Çünki bizim səhifəmiz obyektiv, dəqiq, qərəzsiz informasiyanı yayır və informasiya dəstəyi verir. Və ona görə də Azad Kir səhifəsini izləyən, abunə olan insanların sayı çoxalır və 62 nəfərə çatıb və 20.000 nəfər abunəçisi var. Və bizim səhifəmizi heç kim deaktiv eləyə bilməz. Hətta bizim Azad Kir səhifəmizi Rusiya səfirliyi bağlatdırmağa çalışdı. Hətta öz İran cəsusunu, Müsəlman Birlik Hərəkatının bir üzvünü, Əli adlı bir şəxs, bir şərəfsiz götürdü bizim səhifəmizi admin elədi və bu səhifəni deaktiv eləməyə çalışdı və onu ifşa elədik öz səhifəmizdə. Ona görə də dostlar, mən heç kimdən qorxmuram, heç kimin hədə qorxusundan qorxmuram, quldurluğundan qorxmuram, korrupsiyasından qorxmuram. Heç bir bizim cibimizə kimsə narkotik ata bilməz, onun əl-qolunu qolub qıraram və onu Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasına saldıraram. Onda görər bunu eləmək olar, yoxsa yox. Adi vətəndaşlar var ki, məsələn, qaçaqmalçılıq yolu ilə narkotika satırlar və gəlib cibimizə kimsə narkotika atıb bizi şərlətdirmək istəyən bir çox narkobaronlar var. Onları da biabır eləyəcəyik. Onlar bilirsiniz, adi vətəndaşlardır. Onların bir çoxu Rusiya vətəndaşıdır. Pasportlarında Rusiya vətəndaşlıqları var. Ona görə də dostlar, mən hesab edirəm ki, onları ifşa eləmək bizim boynumuzun borcudur. Onları bizim xaricdə yaşayan blogerlər də ifşa eləməyə çalışırlar. Və çalışırıq ki, biz heç bir halda Rusiyadan və İrandan heç bir məxfi informasiya almayaq. Çünki bu informasiyalar qeyri-obyektivdir, qeyri-şəffafdır və informasiyalar təhlükəsizliyi zəmanəti yoxdur. Bir daha təşəkkür edirəm. Qarşıdan gələn yerinizi Dünya Azərbaycanla Həmrəylik günü 22 dekabr Nardoğan bayramınız qutlu olsun. Tanrı Türkü qorusun.